Bugünkü məğzi Matriç sərgi layihəsində iştirak edən rəssamlarla bərabər onların əsərlərini bu layihəyə müraciət prosesi, ümumiyyətlə əsərlərinin məğzi və bu kimi bir çox vacib mövzular müzakirə etməkdir. Birinci qrupun moderatoru olacaq Fidan Əmrahlı Seyidbəyli və tədbirin açılışını ötürürəm ona. Təşəkkürlər. Salam, hər kəsi salamlayıram. Mina, çox sağ ol təqdim etdiyin üçün. Bugün bizim hissəmiz nə ilə fərqlənir? Bizim diskusiyamız, müzakirəmiz hər iki dildə keçiriləcək. Həm rus, həm Azərbaycan dilində. Və sözü uzatmaq istəmirəm, başlayaq. Birinci növbədə mən Kamil Kolektikaya müraciət etmək istəyirəm. Камиль, расскажите, пожалуйста, как так получилось, что вы решили принять участие в данном проекте «Матрица»? И в центре вашей работы нейронная пластичность. Это концепция из нейробиологии. Как так стало, что вы в центре своей работы поставили именно данную концепцию? Первый вопрос про то, как выставку нашел и почему откликнулась в меня. Вообще, я редко занимаюсь именно художественной практикой. Больше я занимаюсь продакшеном для фестивалей, для музыкальных каких-то мероприятий. И на данный момент идет активный тренд на диджитализацию, скажем так. То есть у публики есть большая потребность на то, чтобы видеть код на экранах. То есть, не знаю, с середины 2025 года мне очень часто поступают запросы в виде референсов именно на то, чтобы были какие-то блоки данных, какой-то бегущий код, буквально вот эта заставка из «Матрицы». И за последние полгода я буквально у меня все рабочие проекты — это бегущий код «Матрицы». И когда я открываю Инстаграм и вижу OpenCall Ярата, в котором тоже заставка из «Матрицы», я такой, тут я давно следил за Яратом и имел большое желание поучаствовать в проектах, и поэтому в этой ситуации все очень хорошо совпало. А по поводу работы, вообще концепция выставки, как она мне откликается, это через собственный опыт попробовать ощутить то, как вокруг нас строятся технологии, да, то, как мы сами осмысляем процесс, который происходит вокруг нас. И моя работа — это попытка заглянуть внутрь машины, которая пытается чему-то научиться. То есть есть условно область science art, в которой художники ставят тезисы, делают какую-то исследовательскую работу, и в результате которой получается художественная работа, которая глубоко опирается на доказательную базу, скажем так. В моем случае работа скорее про концепцию именно визуальную, то есть концепцию именно того, как это может ощущаться. То есть я не ставлю задачу, что доказать, что это нейропластичность, но я хочу показать, как это ощущается, как это может ощущаться внутри машины, что там есть облако точек, то есть полученное с помощью сканирования условно в эстетике МРТ-аппарата. То есть когда ты ложишься, тебя там снимает этот магнит, ты получаешь облако точек. И далее я загружаю это облако точек в машину и заставляю ее проходить по соседним точкам раз за разом, исследуя эту самую нейропластичность. То есть сама концепция нейропластичности про повторение и обучение. То есть она устроена в нашем мозге таким образом, то есть например, пианисты, да, они когда учатся чему-то, они со временем у них, то есть научно доказано, что у них некоторая область мозга, она становится физически другой. И таким же образом эта же концепция из нейробиологии перенесена в концепцию обучения машинной модели. И в своей работе я просто инспирируясь этим, показываю, как это может выглядеть. Благодарю за столь подробный ответ. Следующий вопрос. Növbəti sualı mən Nadirə ünvanlamaq istəyirəm.
Nadir, necə oldu ki, siz Matrix sərgisində iştirak etməyə qərar verdiniz? İstəyirsiniz bu suala cavab verin, sonra növbəti sual verin. Hamını salamlayıram və hamına təşəkkür edirəm gəldikləri üçün və diqqəti üçün. Bu mövzunu uzun müddətdə araşdırıram. Sadəcə qarşıma çıxdı və gördüm ki, mənim uzun müddətli araşdırdığım mövzu ilə üst-üstə düşür və fikirləşdim ki, niyə də olmasın. Davam edeyim. Ümumi olaraq sizə başlanılır. Biz özümüz dərk prosesinə başlayanda bədənin bizim şuurumuzdan tamamilə kənarda olduğu halları müşahidə edirik və bizim müəyyən suallarımız yaranır ki, biz kimik, nə edirik burada? Bu suallar əsnasında mən axtarışlar başlamışam və qarşıma da əgər sual varsa buna da uyğun kainatdan bilgi gəlir və mən çox axtarmam düzü. Hər hansısa bir sualım varsa ona da uyğun kitablar gəlir, ya yolda çıxır qarşıma, ya hardasa çıxır. Və bu şəkildə əmin oluram ki, düz istiqamətdəyəm və bilgi prosesi işləkdir. Və bizdən üstdə bizə təsir edən üst gücü var və bizə təsir edən digər təsirlər də var. Və bu təsirləri də uzun müddət ki, araşdıranda suallarıma biraz daha aydın cavabı mən almışdım. Bhagavad Gita var. Hardasa 80'larda falan bizdə nəşr olmuşdu. Sədaqətli xidmət, sonra Hinduizm falan bu məsələ idi. Kənarda olanda biz buna Hinduizm deyirik. Amma məsələnin içərisində olanda bu sədaqətli xidmətdir ki, orada ruh, bədən və üst şuur, tanrılar, bizim fəaliyyətimiz sizə təsir edən digər məsələlər, bunlar yazılıb. Təbii ki, bu inanc da ola bilər. Əgər biz məsələnin içərisində deyiliksə, bunu yaşamırıqsa, bu ola bilər ki, bizə aydın olmasın. Amma ki, şuur müəyyən bir səviyyə gəlib çatandan sonra, təbii ki, biz başa düşürük ki, bu suallar və cavablar, gələn cavablar da səbəbsiz deyil. Su için üzr istəyirəm. Orada mən kitabda oxumuşdum ki, bəs kənar təsirlər var və bizi yer kürəsində, yer planetində 3 quna idarə edir. Quna iplərdir. Quna iplərdir və bunun zəncir deyə bilərik, hər hansısa bir bağ deyə bilərik. Bu cəhalət ola bilir, ehtiras ola bilir və ya xeyirxahlıq ola bilir, amma bütün onlarda bizə təsirlər var. Amma oradakı məsələnin cavablar bizə kifayət qədər aydın deyilsə, biz təbii ki, başqa mənbələrə də baxırıq və gerçəkdə görürük ki, şərhlər fərqlidir, amma düz və bir olan eyni yerə gəlib çıxır. Elə sonra qarşıma Castanedanın antropologiya araşdırmaları çıxmışdı və orada da Don Juan adlı ustadan öyrənir ki, burada bizim fəaliyyətimiz necədir və biz nə işlər görürük, nə etməliyik. Və gerçəkdə isə mən görürüm ki, bilgi ümumiyyətlə mən kifayət eləmir və nəzəri bilgidənsə yaxşısı praktikadır. Elə də başlamışdım yazı şəklini bir növ təsviri şəkildə həll etməyə. Bu da yazı şəklinin vizual formalarıdır. Eyni vaxtda bunu eləyərkən mən özümü görürəm və özümə baxıram. Buradakı çərçivələr isə mən daha çox bu seriyada çərçivələr istifadə edirəm. Çərçivələr bizim olduğumuz çərçivəni və ya simulyasiya deyə bilərik buna. Ki, budursa, biz çərçivədən çıxmağa çalışırıq və çərçivədən çıxmağa can atırıq. Amma ki, bu nə qədər faydalıdır ya faydasızdır, bunu təbii ki, dərk etmirik və bu düşünməklə olan mövzu deyil məncə. Yaxşısı və gerçəkdən mən görürəm ki, sözlər həqiqəti olduğu kimi də əks edə bilmirsə, bunu görüntü şəklində əldə edib, biz ürəyimizin səsinə qulaq assaq, məndə olan sizdə də var və sizdə olan məndə də varsa, bizim hər birimizin özümüzün dərk etdiyi şəkildə öz
səsimizə, öz dilimizə qulaq assaq, irqindən, milliyyətindən və cinsindən asılı olmayaraq. Təbii ki, məncə aydın olur ki, mən nəyi göstərməyə çalışıram. Amma ümumi olaraq işlərsən, işlər burada deyil. Burada 5 kiçik başlıq vardır, onun içərisində digər başqa seriyalar da var. Düşünürəm ki, sözlə məsələni tam da həll etmək olmur və bu geniş mövzudur. Təşəkkür ederim. Nadir, təşəkkür edirəm. Bir sualım daha var sizə. Siz bu deyirsiniz daxili his, intuisiya kimi onu adlandırsaq. Bu intuisiya bizi matrisadan çıxarmağa, yəni bu proqramlaşdırılmış reallıqdan çıxmağa kömək edirmi? Ümumiyyətlə məsələn, həyatımıza daha fərqli baxmağa yardım edirmi? Məncə biz bütün anlarda müşahidəçiyik və fəaliyyətdə olan bədən var. Burada da bir fəaliyyətdə olan bədən və bir düşünən bədən var. Düşünən bədən deyək, yəni ruh deyə bilərik də düşünənə. Düşüncə sonunda biz dərk etməyə başlayırıq. Düşüncə prosesi beyində gedir və beyin çərçivədirsə və məntiqi əsaslara söykənirsə, mən düşünürəm ki, çox düşünmək lazım deyil. Və dialoq susmalıdır ki, biz məsələni rahat şəkildə dərk edək. Və hamının öz ürəyinin səsi var. Sadəcə biz çox düşünəndə ürəyimizi çox da işlə bilmirik. Ona görə gəlin ürəyimizə qulaq asaq. Həm bu mövzuda mən uzun müddət müzakirə etmişəm və danışmışam. Və gedişatda başa düşürəm ki, məsələ sözsüz olanda, eyni vaxtda da işləri görürəm ki, biz söz və düşüncə məsələsindən azad şəkildə aydın, qısa məsələni dərk edək. İndi hərə hansı şəkildə görür, necə başa düşür, bu təbii ki, fərdi məsələdir. Amma ki, mən bunu hansı şəkildə danışsam, bəlkə danışdıqca məsələni daha da mürəkkəbləşdirirəm. Çox sağ olun. Siz sağ olun. Növbəti sualımı Александра Дроздовая ünvanlamaq istəyirəm. Александр, здравствуйте. Расскажите, пожалуйста, как ваша работа стала частью выставки «Матрица», и в концепции вашей работы есть такое понятие, как дистопическая реальность. Какой смысл для вас несет это понятие дистопии, и как вы связываете это понятие с концепцией «Матрицы»? Всем здравствуйте. Хотел бы заранее сказать то, что в целом я считаю, что работа попала на выставку довольно естественно, так как меня довольно давно интересовала тема и идея самой матрицы как системы в рамках того, что происходит в наших реалиях. И идея развивалась посредством вдохновления окружающим, что находится вокруг нас, и идея закрепилась на том, что дистопия существует, мне кажется, не как в будущем понимании того, что как роботы, машины, то, что это будет окружать нас, как тот же самый AI, то, что сейчас присутствует, а скорее это уже имеется посредством того, что, как до этого говорил Надыр, то, что у нас есть чувство, у нас есть сердце, к которому мы должны прислушиваться. Люди его не слышат. Даже если они хотели, то они его не чувствуют, они становятся сами частью этой системы, частью этой матрицы, и в этом заключается вся дистопия, так как люди являются просто частью этого механизма, как паттерном просто продолжает то же самое действие. Работа, дом, это происходит, мне кажется, со всеми людьми одинаково, даже если вы этого не замечаете, а если эта мысль приходит в голову, то сама система просто подавляет ее всеми этими же действиями. Спасибо. Növbəti sualımı Zəhraya vermək istəyirəm. Zəhra, zəhmət olmasa siz də danışın, sərgiyə necə qoşulmusunuz, niyə matriça mövzusu sizi maraqlandırır və biraz da ətraflı öz əsərinizin konsepsiyası haqqında danışın. Əvvəlcə hamını salamlayıram. Mən yaratda iştirak eləmək üçün, ümumiyyətlə, yəni bu sərgiyə müraciət eləmək üçün bir rəssam xanım dostum var idi. Adını da çəkə bilərəm, Zərnişan xanım və onunla sadəcə
bir layihə üzrə işləmişdik. Mən də hələ Rəssamlıq Akademiyasının 4-cü kursuyam. Yəni universiteti bitirməmiş, hələ layihələrə tam qoşulmamışam. Onunla belə qərara gəldik ki, Zəhra gəl qoşul. Yəni müraciət elə və sənin əsərin də uyğun gəlir. Bu mən əsərimi eskiz formasında göndərmişdim. Yəni mənim ilkin versiyam bu böyük ölçüdə deyildi, kiçik ölçüdə idi. Və sonra onu 2 qat həcmini artıraraq, tamam mövzusunu da dəyişərək Matrixə daha da uyğunlaşdırdıq. Və bu mənim qoşulduğum demək olar ki, ilk proyekt idi. Əsərin mövzusu isə difuziya idi. Yəni orada keramika materialından hazırlamışam. Ümumilikdə qara rəngdədir, amma onun əsas mənası bundan ibarətdir ki, gil, yəni qlina ağ rəngdə olur, bildiyimiz kimi. Təbii ki, qırmızı gil də var, amma əsas ümumi kütlə ağ rəngdə olur və Matrixdə də simulyasiya, yəni orada ağ və qaranın mübarizəsi belə lori dildə desək, materialın özü ağ və onu biz sonradan bütünlükdə qara rəngi boyadıq. Bunu da bir art obyekt kimi baxılması, ümumiyyətlə konseptə bu şəkildə uyğun gəlməsi, yəni elə belə təsadüfi deyildi. Çünki biz ağdan qaraya keçid edirdik. Belə baxanda bunun texniki prosesləri var. Məsəl üçün o qara rəngi boyayandan sonra onu şəffaflaşdırmaq üçün ona başqa bir material da vururuq. O təzədən ağ rəng olur. Yəni bu bir neçə addım gedir və ağ-qara davamlı olaraq dəyişir. Buna görə fikirləşdim ki, həm texniki cəhətdən, həm də difuziya özü fiziki bir prosesdir, fizikada baş verən. Yəni demirəm ki, mən belə mükəmməl bilirəm, amma yəni axırda, yəni orada və ona görə bizim layihəyə uyğun olacağını düşündüm. Bu şəkildə də müraciət elədim və iş prosesində də o qədər rahat olmur. Çünki keramikanın xüsusiyyəti bir başqa cürdür. Misal üçün gil ilə işləyəndə gil həm bizə tabe olur, həm də biz gilin sözünə baxmalıyıq. Çünki gil hər vaxtı istənilən formanı ala bilmir, ya çat verir, ya parçalanır. Yəni gil o qədər də rahat material olmadığına görə həm sözə baxır, həm baxmır, amma nəticədə iş ortaya çıxdı. Alındı yəni. Çox sağ olun Zəhra. Növbəti sualı Leyla Ələkbərovaya ünvanlamaq istəyirəm. Leyla, здравствуйте. Расскажите, пожалуйста, как вы стали частью проекта «Матрица». И следующий вопрос заключается в том, что в своей работе вы использовали достаточно деликатные материалы, такие как леска, ткань, шерсть. Какую роль эти хрупкие материалы играют в выражении памяти и уязвимости для вас? Спасибо большое. Рада здесь сегодня быть среди такого интересного коллектива художников. Спасибо большое, что пригласили. К этой выставке я присоединилась по приглашению команды «Ярат». И предложение было довольно-таки конкретным. Когда мы общались с Фарах, она сказала, что давайте сделайте объекты. Вот. И для меня это такой первый опыт, когда я делаю объемные работы из ткани. И интересно было то, что первоначально это была другая идея, другой эскиз, потом это менялось по ходу дела. Но вообще ткань — это такая живая вещь. Вот Захра тоже сейчас говорила про глину. Возможно, там есть какая-то параллель и какие-то схожие моменты. И как я начала работать? Это техника плетения крючком. Но я плела не крючком, а пальцами. То есть это на английском называется кроше и finger кроше, именно пальцами плетения. И для того, чтобы начать это делать, я это делала на таких крепких структурах, которые были сделаны из пенопласта и из пены. И я плела на них. Но идея заключалась в том, что человек задавался бы вопросом, что находится внутри, из чего это сделано и так далее. И после того, как я завершила практически 70% каждого из этих объектов,
И я поняла, что мне не хватает какой-то легкости, какой-то живости. И вот как перчатку с руки снимают, я сняла эти объекты с этих твердых предметов, твердых скульптур. И они как будто бы обрели новую жизнь, как будто они стали... Их захотелось больше трогать, захотелось с ними взаимодействовать. И интересно то, что когда ты плетешь на таких твердых поверхностях, и также, когда ты плетешь на станке, это похожие моменты выявляются. Тогда, когда ты снимаешь с этих твердых структур свою работу, от того, что ты работаешь все время с разными материалами, вот как вы сказали, я работала и с шерстью, которая более хрупкая. Я это все называю нить, но на самом деле там были нити, которые были созданы из разрезанных тканей, из кожи, из шелка, использовалась леска. И ты предполагаешь, что случится с этим объектом после того, как ты его снимешь с этих твердых скульптур, но ты не можешь на 100% знать, как они будут выглядеть. И вот этот момент, это мой самый любимый, наверное, потому что то, как они видоизменяются, то, как они не слушаются тебя, вот это, наверное, для меня самое волнующий момент, самое интересное. И вот таким образом получились эти 3 объекта. И для меня они такие живые. Я всегда думаю, когда ткань, я думаю о человеческой коже, потому что для меня это очень близко. Ну и сама ткань — это пересечение ниток. Это тоже своего рода матрица. Да, которая ассоциируется с памятью. Да, да. А уязвимость где здесь? Уязвимость для меня, я, конечно, думаю там об истории какой-то, сочиняю себе какие-то рассказы или делаю какие-то исследования, но уязвимость, она происходит из-за самого материала, то есть из-за хрупкости этого материала, с которым я работаю. И интересно то, что, например, он бывает иногда эластичный, который тянется, иногда бывает он какой-то более скульптурный, если это какая-то тугая проволока. Но вот используя, например, шерсть, я подозревала, что она может разорваться под тяжестью шнуров, которые я использовала. Там шнур для утюга и какие-то другие провода. Но она оказалась довольно-таки устойчивой, но вот эта хрупкость визуальная, она как бы сохранилась. Благодарю за ваш ответ и за такие подробности. Növbəti sualımı isə Lətifə Abdullayevaya vermək istəyirəm. Lətifə, sizin xəta installasiyasınızda deməli qara nöqtə var. Və qara nöqtə kollektiv şuurun və görünməz proqramlaşdırmanın simvolu kimi qeyd olunur. Və mənim sizə sualım odur ki, bu qara nöqtənin mənbələri hardan irəli gəlir? Texnologiyadanmı, yoxsa sosial normalardan? Sizcə sizin düşüncənizcə? Əslində qara nöqtə ancaq texnologiya, sosial normalarla bitmir. Hər insanın özünə görə öz normalları var. Əslində burada qara nöqtə daha çox insanların, fərqli insanların öz üzərlərində, öz üstlərinə qoyduqları gizli hədəflərdən söhbət gedir, görünməz istiqamətdən söhbət gedir. Burada 200 ədəd göz hazırladım keramikadan. Onların hər biri fərqli rəng, fərqli boyalardan. Boyalar da pigmentlərlə şüşə tozu dediyimiz materialların qarışığından hazırlanır. Bunlar 1050 dərəcədə bişib o rəngləri aldırır bizə. İşin özündə qara nöqtə görünməz istiqamətləri bildirir. Lakin bu gözlərin arasında bir dənə göz var ki, hansı ki o əsər əgər digər başqa bir paralel dünyadırsa, o oradakı ilə bizim izləyicinin arasında portal yaradır, yəni izləyiciyə baxır. Bu qədər.
Görünməz istiqamətlər dediniz. Bəs o nədən asılı olur? Nə qədər də biz normalarımızdan çıxmağa, həyatın bizə qoyduğu insanların ətraf mühitin rəğmən və ya onlarla birlikdə hazırladığımız yollara baxmayaraq yenə biz hər hansı bir normalar üzərində gedirik. Rəssam olsaq, keramist olsaq, həkim olsaq, müəllim olsaq, belə fərqi yoxdur. Hamımızın öz hədəfi, öz yolumuz var, gedilməsi lazım olan. Bu qaydalara uyğun olmasa belə hər hansısa bir qayda üzərində gedir. Bu o hədəfi göstərir ki, yəni nə qədər də biz öz qaydalarımızdan çıxmağa çalışsaq, hansısa bir qayda üzərində gedirik. Aydındır, çox sağ olun. Növbəti sualımı Leyla İsayevaya vermək istəyirəm. Лейла, расскажите, пожалуйста, как вы решили принять участие в проекте «Матрица». И в своей работе «Палитра памяти» вы за основу берете танец Яллы и обозначаете ее как невидимую психофизиологическую синхронизацию коллективных движений. Так, мой вопрос первый. Почему именно танец Яллы? И как вы связываете свою работу с концепцией матрицы? Пожалуйста. Добрый вечер. Спасибо всем, что пришли. Хочу сказать, что я, как выпускница школы Ярат, хотела после долгих наставлений Сабины Ханом, после годичного курса у нее, выйти за рамки комфорта, то есть за холст и масло, и мыслить концептуально. И когда была озвучена тема выставки, я постаралась взглянуть на нее через призму искусства. Конечно, эта тема больше близка, наверное, математикам, айтишникам, физикам и так далее, но я решила, что я буду думать об этом через призму искусства. И когда мы смотрим через призму искусства, что такое матрица? Матрица — это система, которая хранит информацию, структурирует опыт, передает его и создает новые формы. Если думать именно с призмой искусства, это в себя включает язык, это включает в себя память, и это включает в себя традиции. И я решила подумать, что я могу, что может быть, что включает все три элемента. И первым, что возникло в глазах, в памяти, это был танец Яллы. Как вы знаете, танец Яллы — это один из древнейших танцев. Еще не было слов, и не было речи, не было музыки, не было песен, но какие-то простые движения, какие-то элементы, такие жесты исполнялись вот в этих ритуальных танцах, обрядовых танцах еще со времен, очень древних времен. Даже вы сами, наверное, все знаете, вот эти в Гобустане у нас наскальные изображения, которые относятся к периоду мезолита. И я стала больше думать об этом, стала делать research. Естественно, в глазах уже появлялись какие-то кадры. И в первую очередь, конечно, это элементы рук, потому что они более легкие в воспроизведении. Но потом я стала еще читать, и информации столько, что я могу сегодня занять весь вечер, рассказывая вам о танце Яллы, потому что танец Яллы очень богат. В Азербайджане, говорят, насчитывается от 120 до 170 видов танца. Например, даже у танца кёчари и тензере только есть по 10 видов отдельно. Вообще круговые цепные танцы присутствуют практически на всех континентах и у многих народов. Например, наверное, мы все знаем, у турков это халай, у грузинов это перкули, у греков это сиртаки, у французов это брайль. Но азербайджанский яллы отличается от всех них своей очень древней историей. Также он очень богат музыкально, потому что на каждый из этих видов яллы отдельные виды песенной музыки, а также сюжетные.
И азербайджанские яллы подразделяют на, допустим, по участникам. Его могут исполнять мужчины, его могут исполнять женщины, его могут исполнять мужчины и женщины. По вокальному сопровождению, по музыкальному сопровождению его могут сопровождать вокальные, а также инструментальные, а также вокальные, инструментальные. И, конечно, сюжетные, они отличаются по сюжетам. Есть те, которые исполняются, когда идут в бой. Есть те, которые исполняются, когда на празднествах и на торжествах. Есть те, которые исполняются после победы, чтобы ознаменовать вот эту победу и так далее. То есть сюжетные это тоже они очень богаты. И в своей работе я хотела показать, что это тот генетический код и та память, которую нам передали, хотим мы этого или нет. Мы, возможно, даже не живем в этой стране или никогда не были здесь, или даже живя здесь, никогда не участвовали на этих. Но мы знаем, что такое этот танец, потому что он нам генетически передали, нам этот код передали. И я надеюсь, что в этом цифровом мире мы не затеряемся, и этот код сможем передать будущим поколениям. То есть танец яллы для вас тоже несет смысл некоторого кода, который передается из поколения в поколение, но все еще является матрицей. Это матрица, в которой мы все выросли. Это матрица, которую я хотела бы, чтобы передала. К сожалению, уже все так теряется в этом цифровом мире, что, допустим, если вы обратили внимание, в этой работе есть несколько элементов рук. Вот, допустим, чертма, чапеки. К сожалению, сейчас в наших яллы их больше не используют, потому что они считаются утерянными. Или же, допустим, есть элемент, который мы не показали там. Это когда есть танец, который называется чоп-чопу. Это когда он чомахнан бьет об землю, как тростью. Это он когда погоняет скот и так далее. Это вот такой вот элемент. Они уже забыты. И нам надо постараться сделать так, чтобы все это дальше тоже не было забыто. А вы задумывались о том, почему вот некоторые части танца они отпадают, а некоторые все-таки доходят до наших дней и будут передаваться дальше? Сейчас вообще наш танец переживает очень сложный период, потому что даже когда я говорила с хореографами, они не основываются на какие-то материалы. Допустим, в период подготовки к выставке я прочитала несколько книг. Не могу сказать, что все, но ту часть, которая меня интересовала, и есть очень много исследователей, которые занимаются этой проблемой. Это Рауф Бахманли и Байрам Хусейнли и Танзира Бабаева, по-моему. Не даст соврать. И они очень занимаются этой темой. И когда ты читаешь, а потом говоришь с хореографом, ты понимаешь, что они немного не взаимосвязаны, они не знают о друг друге. И, соответственно, иногда наш танец приобретает элементы, которые не присущи ему. И очень хотелось бы, чтобы этого с ним не делали, а старались основываться вот как раз-таки на том, что было утеряно, что было написано, и основываться на какой-то источник. Очень хотелось бы. Потому что иногда сейчас в наших танцах замечаешь элементы, которые не присущи нашему народу, а заимствованы откуда-то из другого места. Благодарю. Спасибо большое. Elşən müəllim, sonuncu sual olacaq və bu sualdan sonra ümumi sual səslənəcək. Və onda da mən xahiş edəcəm ki, hər rəssam o sualı cavablandırsın. Elşən müəllim, sizin kinetik installyasiyanızda insan bədəninin atomlardan ibarət olması qeyd olunur və bu atomların bir növ modifikasiya, transformasiya yaşadığını qeyd etmişdiniz. Siz bunu vizual formaya necə gətirdiniz? Hər birinizi salamlayıram. Mən bir yaradıcı insan olaraq əvvəllərdən belə insanın hansı materialdan olduğunu, ümumiyyətlə kimdir, nəşidir, nə üçün gəlib, bu düşüncələr ətrafında çalışırdım və indiyə qədər də o düşüncələr ətrafında çalışıram. Yəni insanın bir material kimi, insanın bir
forma kimi nədən ibarət olduğunu, niyə görə ümumiyyətlə bu həyatda yaşadığını düşünə-düşünə yaradıcılıqla məşğul olam və növbəti bir bu proyekt təklif olunanda mənə böyük məmnuniyyətlə qatıldım. Çünki birbaşa elə məşğul olduğum bir sahə ilə üz-üzə gəlmişdim. Nə idi düşüncələrimin səbəbi? Yəni insan ümumilikdə çox qəliz, mücərrəd bir mexanizmdir. Yəni bizim düşündüyümüz qədər də sadə və bəsit deyil. Nədən ibarətdir o mexanizm? Yəni rəqəmlərə belə vursaq çaşırdıcı bir rəqəmlər gəlir ağlımıza. Təsəvvür edin ki, 7 aktilyon atomdan ibarətdir. 7 aktilyon 7 və 27 dənə 0 deməkdir. Yəni çaşırdıcı bir rəqəmlərdir. 10 milyard atomlardan ibarətdir. Yəni bizim bədənimiz kletkalardan, kletkalar molekullardan, molekullar hüceyrələrdən ibarətdir və biz eynən bədənimizdə mövcud olan bir neçə element, azotdur, hidrogendir, oksigendir, karbon və bütün bunlar eynən kosmosda olduğu formadadır bizim bədənimizdə. Heç bir dəyişikliyə uğramadan orada hansı funksiyanı yerinə yetirirlərsə bu dediyim maddələr eynən insan bədənində eyni funksiyanı yerinə yetirirlər. Atomlar, təsəvvür edin ki, 10 milyard atom bir-birinə birləşmirlər. Onların arasında məsafə var. Yəni o maqnit ki, necə atır bir-birini əks qütblər, o atomlar da bir-birinə birləşmir. O arasında olan boşluq isə bizim bədənimizin informasiya yollarıdır. İnformasiya yolları. O boşluğu atomu o boşluqda təsəvvür etmək üçün kiçik bir düşünməyinizi təklif edəcəm sizə. Bax, bu alan qədər, bu boyda bir boşluq düşünün və toz düşünün. O boşluq o boydadır, atom onun içində çox kiçik bir toz qədərdir. Bütün qalan boşluqlarda isə informasiya dolaşır. Biz o 10 milyard atomu yığsaq bir yerə boşluqlarsız, çox kiçik bir spişka korobkasını yığa bilərik. Amma bizim bir vücudumuz var. Yəni daha böyük vücudumuz var. Atomlardan ibarət, amma o atomlar bir spişka korobkasına belə sığışar. Bütün qalanlar isə informasiya yollarıdır. Yəni atomlar heç vaxt yox olmurlar, bir formadan digər formaya keçirlər və o bir formadan digər formaya keçdiyi anda dəyişikliklərə uğrayırlar. İnstalyasiyamda göstərdiyim deməli forma dili ilə, bax bütün bu danışdıqlarımı mən çalışırdım ki, forma dili ilə çatdıram. Çünki bir var söz dili, yazı dili, bir də var forma dili. Onu forma ilə necəsə çatdırmaq lazımdır. Və mən onu çalışırdım ki, o forma dilində, məsələn, orada görürsünüz, eynən maqnitlərin cazibə havada qalması, tutaq bir formanın başqa formaya keçməsi, kubun şar formasına keçməsi, parçalanma, yəni atomlar parçalandığı halda bu son deyil, parçalanır, digər formanı alır. Bizim vücudumuz bir hansısa bir əzələlərdən ibarətdir, amma ümumilikdə o əzələlər belə molekullardan, atomlardan ibarətdir və o molekullar, atomlar toz qədərdir, yəni toz ölçüsündədir, tozdan da biraz kiçikdir. Və biz ümumilikdə bədənimiz forma halını alır, ona görə ki, enerji axınlarının içindəyik. Enerji axını dağılanda isə atomlar bir haldan başqa hala keçir. Bilmirəm, nə qədər anlata bildim sizi, anlata bilmədim. Deməli, o instalyasiyada da demək istədiyim əmən forma dili ilə bütün bu düşündüklərimi insan bədəninin mücərrəd mexanizm, qəliz bir mexanizm olduğunu və bu mexanizm öz başına əmələ gələ bilməz. Yəni, düşünürəm ki, biz informasiya ilə idarə olunuruq, mən belə düşünürəm. Çünki biraz öncə bir dostumuzla da danışdıq bu haqda. Mən hər birinizə məsələn desəm ki, əlinizi qaldırın, qaldıracaqsınız, salını salacaqsınız. Bu informasiya idarə etməsidir. İnformasiya və o cürlə də biz idarə olunuruq, düşünürəm. Və bu düşüncələrimi bölüşmək üçün instalyasiya formasını seçdim.
rəsm forması da ola bilərdi. Mən professional rəssamam və başqa sahələrlə, qrafiklə də məşğulam. Живописlə də, yəni rəngkarlıqla da. Amma installyasiya forması, installyasiya ümumiyyətlə bu müzakirəyə daha yaxındır deyə, bu daha doğrusu layihəyə və o formanı seçdim və çatdırmaq istədiyim də bütün bu danışdıqlarımın məğzidir, nəticəsidir. Belə. Çox sağ olun Elşən müəllim. İndi isə ümumi suala keçmək istəyirəm və düşünürəm ki, elə oradan başlaya bilərik. Zəhra, sizdən başlayaq, zəhmət olmasa. Mən bu sualı hər iki dildə səsləndirim ki, digər rəssamların da bu barədə düşünməyə zamanı olsun. Если реальность может быть системой, на которую мы всего лишь реагируем, то может ли искусство вывести нас из этой матрицы? Və Azərbaycan dilində əgər reallığı, reaksiya verdiyimiz bir proqramlaşdırılmış sistem kimi təsəvvür etsək, incəsənət bu matrisadan çıxmağımıza kömək edə bilərmi? Sualı belə anladım ki, əgər biz reallıqdan çıxmaq istəyiriksə, incəsənət bizə kömək ola bilərmi, təxmini? Burada sual biraz fərqlidir. Biz bu sərgidə reallığı və reallığı sorğuluyuruq, düzdür? Yəni və reallığın matrisa olduğunu, ola biləcəyini sorğuluyuruq və əgər bizim reallıq matrisadırsa, proqramlaşdırılmış bir sistemdirsə, hansına ki biz sadəcə reaksiya veririk, o zaman incəsənətin burada rolu nə ola bilər? İncəsənət bizi bu matrisadan azad edə bilərmi, çıxara bilərmi? Bayaq Lətifə xanımın öz işində izah elədiyi kimi, orada hansısa bir keçidin, incəsənətin bizə verə biləcəyi ancaq bu şəkildə ola bilər ki, biz onu mənəvi, yəni real gözlə yox, daha çox düşünərək, daha çox hiss eləyərək, o şəkildə keçidi tapıb, bəlkə düşünürəm ki, incəsənət bu şəkildə bizə kömək ola bilər. Yəni, amma bəlkə də bu şəkildə ola bilər. Elşən müəllim, zəhmət olmasın. Mən düşünürəm ki, ümumiyyətlə matriksdən çıxmaq şansımız yoxdur. Sadəcə incəsənət necə kömək edə bilər? İncəsənət fəlsəfi yönü dəyişə bilər. Yəni matriksi anlasaq, daha dolğun, daha düzgün yaşamaq istiqamətləndirə bilər. İncəsənət söz ilə, forma ilə, bilmirəm, hər bir hansı hal ilə bu matriksi fəlsəfi tərəfə yönəldə bilər insanın düşüncəsini. Amma qaldı ki, matriksdən çıxmaq bəlkə heç lazım deyil o matriksdən çıxmaq. Çünki biz elə bir matriksin içindəyik ki, o qıraqdan yönəldilir. Ətrafda, yəni bizi əlaqəli olmayan bir şeylərlə yönəldilir. Bu mənim düşüncəmdir. Kimsə razı ola da bilər, kimsə razı olmaya da bilər. Hər halda mən belə düşünürəm. Я думаю, в целом искусство помочь выйти из матрицы напрямую никак не способствует, но оно могло бы помочь посмотреть на саму матрицу с другой точки зрения, ощутить именно понимание того, что происходит вокруг тебя, потому что искусство дает нам возможность посмотреть на то, что есть вокруг нас, и указать на определенные вещи. И также, если мы бы находились внутри матрицы, то и искусство было бы подкованным к тому, чтобы показать или же выход, или же наоборот ответные пути от нее. Есть ощущение, что искусство в целом помогает матрице быть и развиваться. То есть как бы обратная сторона, потому что в целом задача художника и как бы брать какую-то привычную вещь, крутить ее и смотреть, как она может быть полезна. То есть многие изобретения, не смогу привести пример, но уверен в том, что художники в своем, в своей внутренней задаче, пользу к обществу в том числе, рассматривают технологии, крутят их, соединяют с чем-то другим и получают новые технологии. И в таком смысле искусство является продолжением матрицы, по сути. Вот. Но, наверное, если поменять чуть-чуть вектор, то мы хотя бы можем быть немножко об этом осведомлены. Вот. Это лучшее, что возможно, на мой взгляд.
Məncə biz düşünməliyik ki, ümumiyyətlə, niyə azad olmaq istəyirik və matrisadan niyə çıxmağa çalışırıq. Həm burada nə pisdir ki, biz buradan çıxmağa çalışaq. Hə, ola bilər ki, biz özümüzü dərk eləmədiyimiz ya da ümumi sistemi başa düşmədiyimiz vaxtlarda çıxmağa çalışdığımız hallar olsun. Ya da ki, reallıqdan biz danışırıqsa əgər, reallıq individualdır və bu individual şəkildə də formalaşır. Ümumi bir reallıq varsa əgər, yəni düşünürəm ki, burada olan insanların hər biri nə vaxtsa fikirdə olub və bu məsələ üzərində düşüncədə olublar və buna da uyğun bu reallıq formalaşıb. Və biz yaşamaq istədiyimiz dünyaları ya məqamları təbii ki, özümüz seçirik, özümüz qərar veririk. İndi tutaq ki, insan şəklində buradayıqsa və insan formasındayıqsa, ya təyinatımız buradadırsa, burada həll etməli olduğumuz məsələlər varsa, biz üç şura çatanda, üç şura yaxınlaşanda təbii ki, dərk edirik ki, biz tək burada yox, başqa aləmlərdə də ola bilirik və bu həll olunan məsələdir. Amma hələ ki, buradayıq və burada qalmalıqsa qalaq da, çox güman ki, burada bizim öyrənməli olduğumuz kifayət qədər məsələ var ki, ona görə biz buradayıq. Sənət sadəcə bizim məsələni daha aydın görməyimizlə və özümüzü təhlil etməyimizlə, bir də özümüzə öz yenə istədiyimiz şəkildə baxmağımıza kömək edir, bəli, əlbəttə kömək edir. Eyni vaxtda sənət hansı şəkildə olmağından asılı olmayaraq, məncə hər bir insanın özü də və yaşadığı bütün an olsun ya məqam olsun, bunlar özü də sənətdir və yəqin ki, daha üst güc var. Yəqin ki, mən əminəm, amma ola bilər ki, indi kimsə fərqli inanclarda olsun. Amma ki, biz də olan sənəti və çox güman ki, onlar da bizim üzərimizdə müəyyən bir prosesləri dərk etməyə və bu barədə təfəkkürə dalmaqla məşğuldurlar. Bu da normaldır, mən düşünürəm ki, bu niyə də bu şəkildə olmasın. Я не знаю, отвечу ли я на этот вопрос, но то, как я думаю, что для меня, например, лично интересно, я не задаю себе вопрос, как я могу выйти из матрицы, а что я могу сделать внутри этой матрицы, в рамках этой матрицы, как я могу максимально проявить себя как творческий человек. И я думаю, что даже вот эта выставка, она и есть ответ на данный вопрос. Наверное, мы видим столько разных проектов, которые, в принципе, относятся к одной и той же теме. И это есть, наверное, какой-то, каждый проект — это призыв как бы задаться вопросом таким. Я думаю, что вот побуждение к каким-то мыслям и задаванием себе вопроса — это и есть не попытка выйти из матрицы, а как бы попытка и желание найти свое предназначение, будучи частью этой матрицы. Наверное, так. Matrix ümumiyyətlə məncə sübut olunmuş bir şey olmadığına görə bundan çıxış yolu tapmaq ya da çıxış yolu tapmamaq kimi bir sual şəxsən mən verə bilmirəm. Lakin əgər mən özüm keramika ilə daha çox məşğul oluram və akrildə kompozisiyalar işləyirəm və mən öz həyatımı, öz matriksimi sənətsiz təsəvvür eləyə bilmədiyim üçün mənim üçün çıxış deyil, mənim üçün kiçik dünyam və digər hər mövzu arasında olan portallardır mənim üçün matriksdən çıxış, əgər bunu sayırsınızsa. Bəli, bizim sual da yəni elmi bir təsdiq kimi yox. Əgər belə bir şey varsa, o zaman incə sənətin rolu nədir? Daha çox bu formadadır. Çox sağ olun.
Я, наверное, тоже соглашусь с Лишей. Она вообще говорила, мне казалось, что вот она озвучивает мои же мысли. Мне кажется, что нам нужно постараться просто взаимодействовать с этим новым миром, в котором мы живем, с этой матрицей, с этим цифровым миром. Еще несколько десятилетий назад мы не могли себе представить даже, что возможно выставка с такими необычными работами. А сейчас мы живем в ней, и это новая реальность, новая действительность, и это здорово. И что я могу показать танец яллы в такой необычной форме. И это уже какой-то первый шаг того, что мы начали взаимодействовать, понимая, что такое матрица, и как в ней жить, и что мы можем с ней делать. И надеюсь, что они найдут метод взаимодействия. Спасибо. Çox sağ olun. Spasiba za ваши ответы. Təşəkkür edirəm cavablarınız üçün, bugün burada olmağınız üçün, olduğunuz üçün və bizim müzakirədə iştirak etdiyiniz üçün. Düşünürəm ki, biz artıq ikinci hissəyə start verək. Mikrofonu Minaya verirəm. Həqiqətən də çox maraqlı birinci qrup müzakirəsinə görə həmkarım Fidana böyük təşəkkür edirəm. Rəssamlara təşəkkür edirəm. Çox maraqlı bir giriş olduğunu düşünürəm. Və tədbirimizin davamı kimi ikinci qrup rəssamlarımızla başlamaq istərdim müzakirəmizi. İlkin olaraq başlamaq istərdim Bioloji İllüziya komandası ilə Ülker Əliyeva, İlqar Aydın, Məhəmməd Məhəmmədov. İlk öncə yoldaşlar bilmək istərdim Matrica layihəsinə necə oldu ki, qoşulmuş oldunuz? Ümumiyyətlə bu proses necə baş verdi? İlk öncə bundan başlayaq, daha sonra digər suallara keçid alacağam. Ülker? Ən sadə dildə ilk olaraq hamını salamlayıram. Çox sağ olun ki, dəvət etdiniz və bizi dinləyən dostlara təşəkkürlər. İlk olaraq sadə olaraq deyim ki, biz Open Call-u gördük və əslində bir-birimizlə danışmamışdıq. Biz üçümüz də qeyd edeyim ki, yəni Ritual Teatrının heyətindəyik və görüşümüz olmamışdı bu barədə. Sadəcə necəsə üçümüz də Open Call-u görmüşük və düşünmüşük ki, mövzu fərqlidir, maraqlıdır, nəsə eləmək olarmı? Və sonra elə oldu ki, biz eyni məkanda toplaşanda İlqarın beynində necəsə bir eskizlər var idi, bitkilərlə bağlı. Və sonra biz bu haqda danışanda Məhəmməd də oradaydı və belə bir ümumi söhbət getdi və Məhəmməd biraz fikirləşəndən sonra dedi ki, okey, mənə görə reallıq və qeyri-reallığın sərhədləri əgər bu qədər bulanıqlaşıbsa və Matrix əslində bir növ bunun şərhidirsə, mənə görə reallığı göstərən əsas ünsür insan qanıdır. Əgər məsələnin içərisində insan qanı varsa, demək ki, biz real hesab elədiyimiz aləmdəyik və dedi ki, mən qan üzərindən getmək istəyirəm. Və daha sonra bitkilər, təbiət, qan, insan, bu motivlər beynimizdə birləşdi və biz bir neçə dəfə artıq görüşdük. Bir dəfə ideyaları birləşdirdik, daha sonra beynimizdə eskizlər qurduq və nəticədə bir vahid hala gətirib və hətta biz danışdıqca mən əvvəldən belə deyim də, bu proyektin kuratoru kimi sağ olsunlar ki, məni dəstəklədilər və gördük ki, bu artıq əsər ikili installyasiyada dayanır və bizim üçüncü, dördüncü, çünki orada 5 nəfərə yaxın sənətçi götürə bilərdi kurator və gördük ki, okey, bizdə 2 dənə diptix installyasiya ilə biz öz fikrimizi izah edə bilirik və çox maraqlı bir məqam oldu ki, bu iki installyasiya əslində bir-biri ilə səssiz dialoqdaydı. Məhəmmədin installyasiyası bir növ sual verirdi və onun cavabı İlqarın installyasiyasındaydı. Və son anda biz dedik ki, belə bir ideya yarandı ki, bu səssiz dialoqu biz görünən bir predmetlə də göstərə bilərik ki, və nəticədə o mərkəzdəki təbiət və insan münasibətlərini göstərən, insanın son real kodu olan qanla, təbiətin simvolu olan bitki birləşdi və belə bir kompozisiya meydana gəldi. Təşəkkürlər. Bəs biz burada deməli, təbiətin insanı reallığa çağıran yeganə həqiqət olması və onun əbədiyyət olduğu kimi məqamları qeyd eləmişdiniz. Mən biraz istərdim o məqama toxunum. Necə düşünürsünüz? Bioloji illüziya
matriça fəlsəfəsini özündə necə təcəssüm edir sizcə? Mən də onu Performalardan da cavab verilə Yəni, bilər, cavab istəyirlərsə. Okay, həmişəki kimi mən. Mən əslində çox qısa onda qeyd eləyim, çünki düşünürəm ki, dostlarım da yəqin ki, həm də işlər onlara bilavasitə aiddir deyə daha ətraflı yəqin ki, şərhləri var. Mən belə bir şey qeyd eləmək istəyirəm. Əslində bayaq birinci müzakirədə də belə bir fikir ortada getdi ki, Matrixi necə idi? Matrixi şərh eləmək. Bəli. Biz işimizi yaradanda, ideyamızı quranda gördük ki, biz daha doğrusu reallığı sorğuluyurdu əsərlər, amma biz Matrixi sorğuladıq bir növ. Çünki biz bizim iki işimizdə də yenə də məsəl üçün İlqarın işində əbədi olaraq olan təbiətdir, özünü yeniləyə bilir, amma insan özəlliklə o təbiətin içərisində də alternativ bir şey yaradır və zərərli bir təbiət belə deyək yaradır və daha sonra o insan özü məcbur olur ki, hansısa bir müdafiə mexanizmi ilə onun ortasında da olsa o müdafiə mexanizmindən istifadə etsin. Məhəmməddə isə çox açıq idi ki, real olan qanı biz yenidən simulyasiya eləyirdi, özü sistemi yaradırdı, amma özü də sistemin məhsulu idi və tamamilə bulanıqlaşır bütün sərhədlər və bu bulanıq sərhədlərin içərisində biz yenə də təbiətə can atdıq, belə deyək ki. Çünki təbiət daim özünü yeniləmək gücünə qadirdir və biz bu gücə olan inancdan bir növ tutduq ki, sabah bir gün hər şey, bu təlatümlər içərisində hər şey qarışanda bizi yenidən çağıran güc təbiət ola bilər. Bir növ bu əslində mənə görə, mən öz subyektiv fikrimi deyim, ümid simvolu idi və buna görə də biz əslində Matrixi sorğuladıq ki, reallıq bu qədər qarışanda Matrixlə yenə də bizdə əbədi olan həqiqət nədir və sizin də qeyd etdiyiniz kimi bizim üçün cavab təbiət idi, amma istəyərdim ki, dostlarım da öz fikirlərini bildirsinlər. Salam. Deməli, suala gələndə onu demək istərdim ki, ümumiyyətlə Matrix haqqında düşünəndə, sırf mən öz hissəmdən danışıram, Matrix haqqında düşünəndə hansısa bir proqramlaşdırma, sistemləşdirmə və s. kimi onları kənara qoyub düşünürdüm ki, həm də Matrix bizim insan olaraq qurduğumuz ətraf mühitdir, biz onun içindəyik artıq. Və yeganə çıxış yolumuz təbii ki, təbiətdir, çünki o bizdən ilkərdir, daha doğaldır, daha əvvəldən gəlir. Lakin hazırda qurduğumuz həmin bu mühitdə biz həmin o təbiətin içində də yadıq təəssüf ki və elə sırf instalyasiyada da onu göstərməyə çalışdım ki, biz nə qədər də o bitkilərə baxsaq, onları gəzdirsək, dibçəyə əksək və s. Biz məcburuq ki, ələk qazla oturaq orada. Yəni, çünki burada bir növ qarma-qarışıq metafora var ki, biz ətraf mühiti qurduq, amma eyni anda da matrisadan qaçmaq üçün, amma eyni anda da öz matrisamızı yaratmış olduq, belə bir şey. Məhəmməd? Mənə görə matrisa yaradan bizim şuurumuzun özüdür ki, biz real bir şeyi qəbul eləmədən alternativlər fikirləşirik ki, daha bizim o indiki vəziyyətimiz bizi nəyə görə formaya salıbdır, misal üçün də hal-hazırdakı günümüzdə olan və biz onu müəyyən şeylərin üstünə yıxmağa çalışırıq ki, Matrixdə yaşayırıq, biz beləyik, biz elə və düşünürdüm ki, misal məndə orada qan daha simvolik idi, mən ümumiyyətlə qanın özünün canlı bir forması olaraq bunu həmişə düşünmüşəm ki, məsələn, qan elə bir şeydir ki, biz onu hardansa mining qazıntı ilə zadla, yəni mümkün deyil də bu, misal üçün deyirəm, batareyka yaratmaq istəyirsən, çünki o nəyəsə qida verəcək bizim texnologiyamıza. Amma bizim canlı orqanizmə qida verən qan formasını bədən özü tapıb və biz təbiətdə olan hər hansısa bir şeylərdən qidalanırıq və bədən özü artıq onu qida formasına, qan formasına salır və onu özü üçün yəni görünməyən bir formada qida kimi təqdim eləyir bədən. Və düşünürdüm ki, okey, bu forma
simvolik olaraq götürmək olar ki, biz bioloji olaraq qan çünki elə bir şeydir ki, insanın həyatı boyunca müəyyən dönəmlərdə o qan motivi ilə rastlaşır. Uşaqlığında, cavanlığında, ölüm anında bu onun həyatda var olmasının əsas simvollarından biridir. Əsas simvoludur hətta qan motivi. Və düşündüm ki, insan bu motivi, bioloji bir şeyi necə rəqəmsallaşdırır və onu o formada qəbul etmir, başqa bir formada qəbul edir və o forma yenidən fırlanır, bioloji formaya daxil olur və burada bir paradoks yaranır əslində ki, biz nəyi qəbul edirik, nəyi qəbul etmirik. Əslində Matrixin olmağı, daha doğrusu var olmağını qəbul edirik, yoxsa onun hansı forma inkar edirik, yoxsa inkar eləmirik də. Yəni biraz belə bulanlıq bir formada Matrix bizim həyatımıza ələ alıbdır. Yəni o simulyasiya forması. Çünki insan elə bir şeydir ki, o gördüyü bir şeylərdən bəhrələnir. Biz Matrix simulyasiya deyəndə ağlımıza ilk növbədə ancaq texnoloji bir şeylər gəlir. Və bu texnoloji bir şeylər yaranan vaxt o qədər də uzaq keçmiş deyil. Və biz artıq düşünürük ki, biz bu formanı tapmışıqsa, hansı iqra, oyun, nə bilim, bilmirəm. Deməli, biz özümüz də onun içində ola bilərik, elə bir formanın içində ola bilərik. Mənim düşüncə şəklim elə idi ki, mən onu inkar eləyirdi beynim. Deyirdi ki, bu forma səni idarə edən bir formanı inkar edirsənsə, deməli, Matrixi də inkar etməlisən. Azad öz qərarlarını hər hansı bir şeyin üstünə yıxmaq formasıdır bu, başqa bir şey deyil. Və o biz söhbətlər əsnasında simvolik hansısa bir formalar tapıb onları ifadə eləməyə çalışdıq. Əslində inkar etməklə bağlı belə bir spekulyasiya var ki, bir şeyi sən inkar eləyirsənsə, əslində onun varlığını da təftəşürdə qəbul etmiş olursan. Düşünürəm ki, bəlkə də o tərəfləri də biraz toxunmuş oldunuz installasiyamızdan, düzdürmü? Biraz. Gözəl. Deməli, Fidan, sizin əsərinizin adı Qaçış, Escape adlanır. Və siz qaçış, yəni ümumiyyətlə qaçışı davam edən bir vəziyyət kimi ifadə etmişsiniz əsərinizdə. Azadlıq anlayışını isə illüziya kimi təqdim etmisiniz. Bu məqamı bir qədər öz baxış bucağınızdan aydınlaşdırmağınızı istəyərdim, zəhmət olmasa. Buradakı qaçış fiziki qaçışdan da çox əslində psixoloji qaçışdır. Yəni loop döngü halında davam edir, amma bu hərəkət heç yerə aparmır. Sonsuzluğa davam edir. Bu ideologiya məndə ondan irəli gəlir ki, məncə Matrixdə konkret verə biləcəyimiz sualın cavabı yoxdur. Belə. Aha. Bəs necə düşünürsünüz? Ümumiyyətlə Matrix ideologiyasını, Matrix fəlsəfəsini əsəriniz hansı formada əks etdirir özündə? Məncə azadlıq anlayışını əks etdirir. Orada da zaten illüziya olduğunu göstərməyə çalışmışam. O videonu çəkəndə deməli blokdaydım, başıma kameranı bağladım və ən yuxarı mərtəbədən aşağı mərtəbəyə qədər qaçmağa başladım. Təkan verən nə oldu orada? Təkan verən yaratma istəyi oldu. O daha çox intuitiv gəlirdi o məqam sizə. Bəli, bəli. Daha ətraflı danışmaq istəyirsiniz proses haqqında? Bu qədər. Anladım sizi. Çox sağ olun. Murad, əsərinizin adı subyektiv reallıqdır və subyektiv reallıq əsərini belə ifadə etmisiniz, dünyanı daxili filtrlarımızla necə simulyasiya etdiyimizi araşdırır sizin əsəriniz və 4 emosiya vasitəsilə burada harmoniya var, sükunət, travma var, qorxu, euforiya, həzz, hipnoz, mediaküyü kimi ifadə çalışmısınız. Ümumiyyətlə əsərinizi biraz
aydınlaşdırmağınızı istərdim və Matrix fəlsəfəsi ilə bunu necə əlaqələndirdiniz, necə təcəssüm etdiyini düşünürsüz və proses necə baş verdi? Əsərin ərsəyə gəlməsi prosesi. Əsərin ərsəyə gəlməsi biraz uzun vaxt aldı. Yəni 10 il kimi bir vaxt aldı. Sırf bunun yox, yəni ümumiyyətlə nə isə nümayiş elətdirə bilməyim. O başlayıb universitet dövründə, universitet oxuyanda, oxuduğum dövrdə biraz çəkildim öz içimə. Artıq göstərməməyə başladım elədiyim şeyləri. Bunun da səbəbi o idi ki, akademik incəsənətdə müəllimlərin həmişə bir baskısı var idi ki, incəsənət çox ali bir şeydir. Çox önəmlidir, çox diqqətli olmalısınız bu mövzuda. Allah da yəni belə o qədər böyüdülmüşdü ki, məsələ o rahatlıq, azadlıq yox idi. Yəni mənə diktə olunurdu ki, həmişə ya Tarkovski olacan, ya Kubrick olacan, ya el olacan, ya belə olacan. Və bu artıq bir müddətdən sonra bu da artıq sıxdı və universitetdə tərk elədim ki, ümumiyyətlə incəsənət belə olmalıdır, qəbul eləməyən bir şeydir. Və öz başıma eləyirdim ancaq elədiyim şeyləri. Bir tərəfdən kommersiyana məşğul olub, hansı ki həyatımı qazanmaq üçün bunu incəsənəti orada kommersiyanın içində istifadə etməyə çalışırdım. Bir tərəfdən də özüm üçün eləyirdim, ancaq özüm görürdüm. Çox vaxt silirdim, anlıq olaraq, yəni improvizasiya eləyib, özümü təmin eləyib bitirirdim işi. Sonra bir gün Nadir dedi ki, ondan soruşurdum artıq mən istəyirəm nəsə göstərim. Yox, başqa Nadir. Eminəm Nadir. O mənə məsləhət gördü ki, belə bir open call açılıb, başvur, ola bilər nələrsə. Məndə də bir sürü belə çoxlu layihələr var idi. Bu elədiyim konsept ümumi bir produkt idi daha əvvəlində. Yəni kommersiya məqsədi güdən bir produkt idi. Onu biraz incəsənətdə keçirdim kimi bir məsələ oldu. Simulyasiya məsələsində də simulyasiya hipotezinə belə baxıram ki, biz dünyanı öz filtrimizdən görürük. Mənim keçmiş həyatda yaşadığım şeylər, oxuduqlarım, gördüklərim, ailəmin kim olduğu, babamın, nənəmin kim olduğu belə bugün mənim dünyamı analiz eləyib başa düşməyimə çox təsir göstərir. Və biz eyni obyektə, eyni məkana, eyni hadisəyə fərqli insanların fərqli bucaqdan baxmasında səbəbi budur. Otağı da bir konkret meta kimi daha fiziki toxunula bilinən bir hala gətirmək istədim ki, istəyən insan gəlsin, fərqli modları görsün. Yəni, otaq eynidir, hər şey eynidir, amma sən fərqli bucaqlardan baxa bilərsən buna. Kobud formada belə. Çox sağ olun, Murad. Mən Mirvahaba keçmək istəyərdim. Mirvahab o həqiqət əsəri ilə Matrix sərgi layihəsində iştirak edirsiniz və belə bir qeydiniz var. Daha doğrusu müxtəlif qeyd və ya təsnif formalarına müraciət etdiyinizi vurğulamısınız və əsərinizi 3 qatlı bir formatda təqdim etmisiniz. Biraz bu məqama toxunmağınızı istəyərdim və ümumiyyətlə əsərinizin ərsəyə gəlməsinin həm bir qədər texniki, həm də ideoloji tərəflərinə bir aydınlıq gətirməyinizi istəyərdim, zəhmət olmasa. Bu məncə cavab vermək üçün çox çətin suallardır bunlar. Çünki yəqin ki, indi deyəcəklərimin heç biri əslində layihənin mahiyyətinə ya özünə vara bilməyəcək. Çünki buna həqiqətən danışmaq çətindir. Hazırlanma prosesi haqqında çox qısa danışmaq istəyirəm. Çünki bu bəlkə də dinləmək üçün çox maraqlı deyil. Hazırlanma prosesi mənə elə gəlir ki, bu layihə məndən həmişə paraleldə inkişaf edib və mən sadəcə bəzi nöqtələrdə buna toxunmuşam ki, layihənin ərsəyə gəldiyi nöqtədə isə mən tam olaraq bu paralelliyi ilə birləşmişəm və bu layihə ortaya gəlib. Əvvəlcə məncə biz bunu açıq şəkildə bilməliyik ki, qeyd və təsnif bir birik formasıdır və bunların, yəni qeyd və təsnifin iqtidar mexanizmləri olması çox aşkardır. Yəni iqtidar olmasa, iqtidar güc, hər hansı bir güc strukturu olmasa, qeyd və təsnif özü var ola bilməz. Hətta biz düşünək ki, qayaüstü rəsmləri, onları da düşünək, əlbəttə orada da bir güc strukturu olub və o qeyd olunmada o qeyd olunmada o da iştirak edib. Hətta yəni iqtidarsız qeyd və təsnif mümkün deyil.
Və mənim burada qeyd və təsnifin şəkil, ilkin qeyd forması, yazı və müasir dövrün qeyd formaları ki, hansı ki bunlar banknot kodları və ikili kodlardır. Bunları bir-birinə sıralı şəkildə bunları qarşılaşdırmaqda onlar arasındakı dağıdıcı bir əlaqəni göstərməkdir. Çünki müasir dövrün qeyd forması həqiqətə, yəni dolayısıyla bizə süni bir məna verir. Burada buna yenə qayıdacağam. Burada biz həqiqəti 3 qatda görürük. Həqiqətlə insanın aşkar şəkildə əlaqədə olduğu, gizli şəkildə əlaqədə olduğu və həqiqətin yox olduğu, metaforik mənada bir yox olmadı əlbəttə. Çünki həqiqət əbədidir, yox olmağı mümkün deyil. Həqiqətlə aşkar şəkildə əlaqədə biz görürük ki, insan öz orijinallığını qoruyur. Amma gizli şəkildə əlaqədə insan nisbətən adiləşir, sıradanlaşır və həqiqətin yox olduğu nöqtədə isə insan artıq böhran yaşayır və ümumiyyətlə özü dağılır. Buradakı həqiqətin təcəssümü, daha doğrusu təbiətdir. Çünki həqiqət əlbəttə yeganədir və əbədidir. Ona sadəcə təcəssümü olaraq təbiəti göstərmişəm və birinci qatda təbiətlə aşkar əlaqə, ikinci qatda isə gizli və həqiqətin yox olduğu bir əlaqə. Layihə boyunca biz görürük ki, əslində əgər sistem işləyirsə, sistem yaxşı işləyirsə, həqiqət onda gizlənir və ortaya çıxmır. Həqiqət o zaman ortaya çıxır ki, sistem orada çatlayır və ancaq həmin zaman həqiqət ortaya çıxa bilir. Bu da əslində tam olaraq iqtidar bərabər deyil, bilik. İndi əlbəttə bunun tam əksini düşünür, iqtidar bərabərdir bilik, amma həqiqət bərabər deyil iqtidar və bərabər deyil bilik. Belə demək olar. Bəs sizin məhz həqiqət məzmununu araşdırmağınıza təkan verən nə oldu? Nə üçün məhz həqiqət? Nə üçün onu biz araşdırırıq? Bu məncə hər kəs intuitiv olaraq əlbəttə intuitiv olaraq, fitri olaraq həqiqəti aşkara çıxarmağa çalışır. Bu fitri bir istəkdir. Necə ki biz yemək yeyirik, necə ki biz yaşamaq istəyirik. Eyni şəkildə həqiqəti ortaya çıxarmaq da məncə belə bir fitri istəkdir və yəni bunun qabağına çıxmaq mümkün deyil. Ən azından mənim üçün mümkün deyil. Yəni bu bir növ daha çox intuitiv bir istəkdir. Buna intuisiya demək əslində bunun mahiyyətini azaltmır. Əslində tam əksinə mahiyyətini çoxaldır. Çünki biz bəzən intuisiya deyəndə ya da intuitiv deyəndə bunu fərqli başa düşürük. Bu ali bir his deyilmiş kimi bəlkə də başa düşürük. Amma əsla belə deyil. Yəni, biz buna fitrət də deyə bilərik, intuisiya da deyə bilərik, daxili hissədə heç bir fərq yoxdur. Sadəcə əsas olaraq mahiyyəti başa düşsək ki, həqiqətə çatmaq, həqiqəti aşkara çıxarmaq, həqiqətə varmaq daxildən gələn ən yoğun istəklərdən biridir. Çox sağ olun. Buyurun, sağ olun. Tural Hofman və Ülker Bədəlova əsərin adı Görünməyənin izi. Əsərinizdə siz reallığı enerji və qarşılıqlı təsirlə idarə olunan bir ünsür kimi təqdim etmisiniz. Ümumiyyətlə əsəriniz haqqında bir qədər ətraflı məlumat versəniz çox yaxşı olardı. Çünki burada bu ünsür məsələsi və əsərinizin matriça fəlsəfəsi ilə olan əlaqəsini necə düşünürsünüz öz əsərinizdə? Siz bunu necə təcəssüm etmisiniz və ümumiyyətlə bu əsərə yaratmaq istəyi necə baş verdi? Bu proses haqqında biraz məlumat verə bilərsiniz, zəhmət olmasa. Bizim əsərimiz müxtəlif tezliklərin maddəyə təsiri nəticəsində ortaya çıxan fərqli şəkilləri göstərir. Necə ki, məsələn, Matrix fəlsəfəsində də reallıq sabit deyil, o daimi dəyişəndir. Hansı ki, bu müxtəlif kodlar vasitəsilə ya da başqa strukturlar vasitəsilə daimi şəkildə dəyişəndir. Eləcə də bizim installyasiyamızda maye ona ötürülən müxtəlif tezliklərin nəticəsində müxtəlif paternlər yaradır. Biz bunu nümayiş elətdiririk. Necə ki, məsələn, bizim insan olaraq da yanaşanda, şuurumuzu dəyişəndə, bir növ kodlarımızı dəyişəndə, reallığımız da tam olaraq buna uyğun dəyişir. Matrix fəlsəfəsində bu şəkildə təcəssüm elətdirməyi
planlaşdırmışıq. Tural. Hər vaxtınız xeyir olsun. Bir də əlavə eləmək istəyirəm Nigərin dediyinə. Belə bir şey də var ki, biz əslində dalğa deyək də, yəni dalğaları biz birbaşa yəni görmürük. Biz dalğaları belə deyim, maddə üzərindəki yansımasını görürük ancaq. Dalğa dedikdə də yəni səs dalğası olsun və yaxud fərqi yoxdur. Bu hamısı bir enerjinin bir formasıdır beləcə. Nəticə etibarilə yəni biz enerjini bir növ maddədə olan yansıması, yəni dalğanın maddədə olan yansımasını belə desək simulyasiya eləmişik belə desək. Bunun özü də bir simulyasiyadır əslində. Yəni bunun əlaqəsi də nədir? Belə deyim, bir dənə bir paternlər var ki, istər günə baxan üstündə olsun, istər şam qozasında. Necə ki bir dəyişməyən struktur var, təbiətin dəyişməyən strukturları. Həmçinin bu saymatik installyasiyasının özü də bu prosesin, bu strukturun özü də həmçinin belə deyim də, özü də bir dəyişməyən bir formada, yəni ki, təbiətin dəyişməyən strukturudur. Sadəcə bunu göstərmişik beləcə. Yəni, bunun da simulyasiyanın əlaqəsi odur ki, hər şey ortadadır belə deyim, hər şey əslində bir koddur. Yəni, bu qədər sadə. Yoldaşlar, suallara cavab verdiyiniz üçün təşəkkür edirəm və ümumi suallara keçid almaq istərdim və istərdim ki, hər bir rəssam öz düşüncəsini ifadə etsin bu suallarda. Əlbəttə ki, əyləşən qonaqlardan da kimsə cavablandırmaq istəsə, böyük məmnuniyyətlə dinləyərik. İlk sualım budur ki, biz həqiqətən də simulyasiyada yaşayırıqmı? Və hipotez kimi götürək. Əgər həqiqətən də yaşayırıqsa, biz simulyasiyanın varlığını hansı amillərdə, hansı faktlarda, hansı obyektlərdə görə bilərik? Yoxsa bu sadəcə olaraq intuitiv və yaxud da bəlkə də instinktiv bir hissdir? Mənim düşüncəmə görə simulyasiya əgər varsa belə, biz onun içində isə bizim beynimiz elə bizə oyunlar oynaya bilər ki, biz onu hiss eləməyə bilərik. Çünki bu sağ qalmaq instinktinin özünün əsas bəndlərindən biridir ki, o sənə müəyyən zboy deyirləri, orada o situasiyalarda sənə illüziya yaşadır və sən gördüyün heç bir şey real forması olmur. O sənin beyninin məhsuludur. Və beyin də insanın bioloji bir hissəsi olduğuna görə mən düşünürəm ki, əgər olsa belə biz onu hiss eləyə bilməyəcəyik. Səs, göz, hissiyat, bəlkə də hardasa belə bir o hisslərə qapıla bilərik, amma tam olaraq yenidən o sübut eləyə bilməyəcəyimizə görə yenidən bu kruqun içində fırlanacağıq və nə sübut olunan bir şey kimi olacaq, nə də ki, inkar olunan bir forma kimi olacaq. O birisi sualı bir dənə də deyə bilərsiniz? Yəni, ümumən bu, yəni əgər həqiqətən də biz simulyasiyada yaşadığımızı düşünürüksə, bu yəni intuitiv bir şeydirmi, yoxsa daha instinktivdirmi, yoxsa ümumiyyətlə heç birinə aid deyil? Dediyim kimi, məncə heç birinə aiddir. Heç birinə aiddir. Ülker? Əslində bu suala cavab vermək mənim üçün də çox çətindir. Həm ona görə ki, bu həqiqətən də bir sübutu olmayan bir şey olduğu üçün, düzdür, biz indi fərziyələrdən irəli gedirik ki, əgər elədirsə. Amma yenə də dediyim kimi bu həmişə sual altında olan bir mövzu olduğu üçün heç vaxt bunu belə dərindən elə olsa necə olar, belə olsa necə olar. Yəni bu qədər dərinə getməmişdim və çünki qarışıq olur fikirlər. Biraz Məhəmmədin dedikləri əslində biraz fikirlərimi topladı, amma sırf incəsənət sahəsində olduğuma görə düşünürəm ki, mən ümumiyyətlə öz subyektiv olaraq şəxsimdən götürəndə intuitiv biraz yanaşdığım üçün hər şeyə, buna da biraz intuitiv yanaşmaq istəyərəm. Bəlkə də siz dediyiniz kimi o sırf intuisiyamızla bağlı olan bir şeydir. Amma konkret olaraq hansı faktlarda bunu görə bilərik, eləyə bilərik, buna cavab vermək həqiqətən mənə biraz çətindir. Çətindir, anladım sizi. İlqar.
Deməli, məncə simulyasiya hazırdakı dövrdə biraz metaforik baxsaq, zaten biz böyük bir simulyasiya içində yaşayırıq. Bizim gündəlik həyatımız, ətrafımız, davranışımız, ekranlarda görməyimiz, mediada təqdim olunan, özümüzü təqdim etmə formamız, bunların hamısı simulyasiyadır. Və məncə artıq hadisələr belə baş verəndə fərqi yoxdur hansı, onu yaşamaq hissi bizə simülə olunmuş bir hissdir. Biz bilmirik necə yaşayaq, biz sadəcə simulyasiya ilə yaşayırıq həmin hadisələri və biz artıq bunun içindəyik fikrimcə və təbii ki, bu intuitiv bir şeydir. Məncə başqa heç nə deyə bilmirəm. Təşəkkürlər. Konkret cavab verə bilmərəm, amma fərziyyə kimi deyə bilərəm ki, hal-hazırda müzakirə edirik, danışırıq, buradayıq deyə. Bu simulyasiyanın nəticəsi ola bilər. Məncə də intuitivdir. İntuitivdir. Bəs hansı faktlarla, əgər fərz edək ki, əgər həqiqətən də simulyasiya varsa, biz bunu hansısa faktlarla, obyektlərlə görmüş ola bilərikmi sizcə? Mən görməmişəm. Mən görməmişəm. Murad? Yoldaşlarım da dediği kimi biraz çətin sualdı cavab vermək üçün. Biraz simulyasiyanı, danışdığımız simulyasiyanı Tanrı düşüncəsinə çox bənzədirəm. İnsan həmişə özündən daha yuxarıda idarə edən və onun yerinə qərar alan bir şeyin olmasına meyillidir bunu seçməyə. Tanrı anlayışını qırağı daha cool Tanrı anlayışıdır kimi gəlir mənə. Bir növ din inancı kimi? Bir növ dindir. Yəni bildiyimiz bu tək tanrılı dinlərin daha günümüzə, elektronikaya formalaşdırılmış, amma fikir olaraq eyni fikri daşıyır kimi düşünürəm və necə Tanrı əgər varsa, onu qıra bilmiriksə, öləndə görəcəksə, bu simulyasiyanı qırmağın bir yolu yoxdur. Bir ulubdur. Burada yaşamaqdan başqa bir çarə də yoxdur kimi gəlir. Çarə də yoxdur. Çox sağ olun Murad. Mirvahab, siz nə düşünürsünüz? Mümkünsə sualı təkrar edə bilərsiniz. Əlbəttə. Heç bir problem yoxdur. Biz həqiqətən də simulyasiyada yaşayırıqmı? Əgər yaşayırıqsa, hansı məqam və ya faktlarla bunu əsaslandıra bilərik? Və yoxsa fərz edək ki, əgər simulyasiya varsa, nə düşünürsünüz? Bu intuitiv bir anlayışdırmı, yoxsa instinktiv? Yəni bu sualın birinci hissəsinə baxaq. Əgər simulyasiyada yaşayırıqsa, tam əksini düşünək. Əgər simulyasiyada yaşamırıqsa, çünki əgər bunlar iki bir-birinə zidd şeylərdirsə, yəqin ki, eyni anda bunların birləşməsi də mümkün deyil. Əgər simulyasiyada yaşamırıqsa, onda məncə digər iki sualın ümumiyyətlə cavab verməyə ehtiyac yoxdur. Amma əgər simulyasiyada yaşayırıqsa, bunu biz necə hiss edəcəyik? Heç bir formada bunu hiss edə bilmərik. Yəni nə incəsənət, nə ümumiyyətlə əgər biz bir çoxluq düşünək və bu çoxluğun içində deyək ki, müəyyən elementlər var. Bu elementlər istənilən qədər ziddiyyətsiz adlandırılsın. Ancaq bunların ziddiyyətsizliyi, yəni kamilliyi başqa bir çoxluğa nisbətdə isbat oluna bilər. Ona görə əgər bir simulyasiyada yaşayırıqsa, simulyasiya daxilində bunun varlığı və yoxluğu haqqında danışmaq mümkün deyil. Tam əksini düşünək, amma simulyasiyada yaşamırıqsa, bunu isbatlamaq mümkündür. Necə? Bu çox subyektiv bir şeydir əlbəttə və mən düşünürəm ki, biz simulyasiyada yaşamırıq və bunun özünün müzakirəsi məncə daha maraqlı olar və çox uzun olar. Simulyasiyada yaşamadığımı ilk olaraq bunu deyim ki, intuitiv olaraq hiss edirəm ki, mən simulyasiyada yaşamıram. Bunu hiss edəndən sonra əlbəttə bunun üzərindən rasional o qədər sübutlar gətirmək olar ki, mənim gətirdiyim sübutlardan biri də həqiqətin aliliyidir, yeganəliyi və əbədiliyi. Və mən bunu düşünürəm deyə simulyasiyada yaşamadığımı düşünürəm. Amma simulyasiyanın başqa bir tərifinə baxsaq ki, həqiqətin üstünün örtülməsi, həqiqətin mahiyyətinin dəyişdirilməsi bu mümkündür və bu da əlbəttə simulyasiya daxilində yox, tam əksinə simulyasiya olmayan bir obyektiv reallığın daxilində mümkündür ki, orada həqiqətin mahiyyəti dəyişdirilir, həqiqətə süni məna verilir ki, hal-hazırda mən bunu düşünürəm
və bundan çıxış yolu yəqin ki yoxdur. Çünki ümumiyyətlə güc strukturları, iqtidar, iki nəfər, yəni bu güc strukturları intersubjektiv bir şeydir. Əsla düşünməyin ki, dövlət, hökumət, hakimiyyət, kral intersubjektiv bir şey də ola bilər və iki nəfər arasında da güc strukturu ola bilər. Onda belə həqiqətin mahiyyəti itir və həqiqətin üstü gizlənir. Çox sağ olun Mirvaha. Ülker Tural. Mən düşünürəm ki, necə ki biz məsələn VR eynəklər taxıb hansısa bir oyuna daxil oluruq və oradakı reallıq artıq başlayır bizim reallığımız olmağa. Bir növ yəni hər şey real kimi hiss olunur və ya hansısa bir oyuna giririk. Məsələn deyək ki, orada bir avatarımız olur. Ona müxtəlif ola bilər, hətta nə bilim geyim və s. ya da mühitin dəyişirik, nəsə alırıq, hansı ki necə ki bunu real dediyimiz həyatda eləyirik. Yəni heç bir şey də deyə bilməz ki, bizdən də yuxarıda kimsə yoxdur və biz onun bir avatarı deyilik. Yəni bu real dediyimiz həyatda da kimsə ekran arxasından baxıb bunu idarə eləmir. Çünki məsələn necə ki yuxuda çox qısa çəkir və bizə elə gəlir ki, orada hər şey realdır. Oyananda baxırıq ki, gördüyümüz sadəcə yuxu imiş. Eləcə də yəni bu içində yaşadığımız, real dediyimiz həyatında simulyasiya olmadığına dair konkret bir fakt gətirə biləcəyimizi düşünmürəm. Həm də ümumilikdə bayaq bir din mövzusu oldu. Məsələn, Tanrı anlayışının özü. Biz Tanrını da ancaq öz konseptimiz üzərindən bir yanaşma eləyirik. Cəzalandıran, mükafatlandıran, kömək eləyən ya da nə bilim yol göstərən və s. Və özümüzün simulyasiya elədiyimiz, yaratdığımız şeylərdə də sanki konkret bir struktur var, bir qəlib var və biz bundan kənara çox da çıxa bilmirik. Ona görə düşünürəm ki, ola bilər ki, həqiqətən də bizim bu real dediyimiz, yaşadığımızı iddia elədiyimiz həyatda hansısa başqa bir reallığın simulyasiya olmuş versiyası olsun. Tural, siz necə düşünürsünüz? Mən ümumiyyətlə birinci onu demək istəyirəm ki, simulyasiya deyəndə hər kəs texnoloji bir şey, üzr istəyirəm, texnoloji bir şey anlayır, amma belə bir şey olduğunu düşünmürəm. Düşünürəm ki, içində yaşadığımız bu, belə deyim də, yəni simulyasiya ortada, bayaq da dediyim kimi, oxşar paternlər var. Yəni ki, bir dənə bir xəritəni izləyir, beləcə hər şey bir dənə bir xəritəni izləyir. Biz simulyasiyada yaşadığımıza dair ən böyük isbatlardan biri bunu ki, belə deyə bilərəm ki, vizual olaraq görə bildiyimiz beləcə hər şeyi biz özümüzlə simulyasiya eləyə bilirik. Yəni simulyasiya edilə bilməyən heç bir şey yoxdur beləcə. Bunun özü mənə elə gəlir ki, ən böyük simulyasiya üçün isbatdır. İkinci sual idi. Və sizcə bu anlayış ümumiyyətlə intuitivdirmi, yoxsa daha instinktivdirmi, yoxsa heç birinə aid deyil? Mənə elə gəlir bu intuitivdir. Nəyə görə? Düşünürəm ki, intuitivdir sadəcə. Elə şeylər var ki, doğrudan da, yəni bunu sadəcə hissiyatla olan bir şeylərdir. Bu bəlkə də inanca falan bağlana bilər bu şəkildə. Amma sinkronluqlar da deyə bilərəm. Nə qədər şəxsi təcrübə adlansa da bu, sinkronluqlar deyə bilərəm buna ki, bir şəkildə görürsən ki, məsəl üçün də belə bir söz var, mən eşitmişsiniz yoxsa, deyirsən kimsənsə qarşındakı da odur, güzgü metaforu beləcə. Bunun özü də bir sinkronluqdur deyə. Yeni bir insan tanıyırsan, sən hansı düşüncədə, hansı belə deyək də, vibe-dasansa deyək, hansı nəyə fokusdasansa, yeni tanıdığın insan da həmin fokusda olur beləcə. Yəni bu formada olan sinkronluqlar deyim, yəni bunlara əsasən düşünürəm ki, biz bir simulyasiyanın içindəyik. Amma o demək deyil ki, bu texnoloji bir şeydir. Bir də bir film var idi, o filmdə belə bir söz var idi, bir labirint kimi düşünək. Çıxışı mərkəzdədir beləcə. Yəni ki, onu da düşünmürəm ki, biz içində olduğumuz bu beləcə simulyasiya içindən çıxmalı olduğumuz, qaçmalı olduğumuz bir şeydir. Tam tərsinə düşünürəm ki, bunu özümüz seçmişik və gəlmişik bura bir növ kənardan beləcə reaksiya verməyib, sadəcə kənardan izləyəndə hər şeyi. Onda bütün hər şey çıxır ortaya bir sözdən. Görürsən ki, belə deyim də, məsəl üçün, hal-hazırda buradayım, məni bura gətirən keçmişdə yaşadığım bütün olaylar, verdiyim reaksiyalar və s. Yəni, bunu kənardan izləyəndə görürsən ki, hardan, harada, belə deyim. Yəni, xırda bir şey, hər şey bir-birinə əlaqəli, kollektiv bilinç söhbətindən bir şəkildə hamısı eyni xəritəni izləyib beləcə. Buna əsas. Çox sağ olun Tural.
Qonaqlarımıza müraciət eləmək istərdim. Bu suala cavab vermək istəyən varmı? Hansısa bir fikir əlavə etmək istəyən varmı? Yoxdursa ikinci suala keçid alacağam. Okay. İkinci sualımız. Elə sizdən başlayaq Tural, belə ardıcılıqla gedək. Girişi belə etmək istəyərdim. Alan Turing, bəlkə eşitmisiniz, riyaziyyatçı, alimdir. Onun haqqında da bir film var, Imitation Game. Benedict Cumberbatch çəkilib orada. Alan Turing özü 50-60-cı illərdə belə bir eksperiment aparmışdı. Bir fərziyyəni təsdiqləmək üçün. Kompüter elə bil ki, o 3 ünsür qoymuşdu. Biri kompüter hakim, biri proqram, digəri isə insan və bu üçü fərqli-fərqli məkanlarda olaraq yazılar yazırdılar və o fərziyyə belə idi ki, biz kompüterin yazdıqlarını insanın yazdıqlarından fərqləndirə biləcəyikmi ya yox? Və belə bir fərziyyə irəli sürmüşdü ki, Alan Turing 2000-ci ilə qədər artıq, 2000-ci illərdə kompüter insanı 30%-ə qədər əvəz edə bilər. Artıq onun etdiyi şeyləri biz 30%-dən hətta biraz daha çox artıq fərqləndirməyə bilərik. Və bu hekayə əsasında yekun sualımı vermək istəyərdim. Ümumiyyətlə, necə düşünürsünüz? Hal-hazırda inkişafda olan texnologiya gələcəkdə və yaxud da artıq ümumən başlayıbmı? İnsan rolunu və insan əməyini əhəmiyyətsizləşdirməyə? Tam olaraq əhəmiyyətsizləşdirmək deməzdim. Ümumiyyətlə, insanlar belə deyim də, bunu süni intellekt adlandırır. Süni intellektə qarşı biraz belə deyim də, düşməncə və yaxud da tam tərsinə belə bir fikir var ki, elə insanlar və tam tərsinə yaxın bilirlər. Mən əslində heç birini qəbul eləmirəm. Yəni, ikisinin ortağını, yəni ki, düşünürəm ki, süni intellektlə insan zəkası deyək də, bunlar ikisi belə birləşməlidir. Belə daha produktiv olar. Ancaq ondan əlavə, belə deyim də, ona qarşı gəlməklə də heç bir şey dəyişməyəcək və yaxud da dostca olmaqla da. Yəni, ortaq şəkildə bir şeylər çıxır ortaya, belə desək. Amma bir dənə də bir məsələ var ki, insan zəkasının işləmə prinsipi ilə süni intellektin belə deyim də, proqramlaşma şəkli əslində bir-birinə çox oxşardır. Buna Azərbaycan dilində Türk dilində denəmə yanılma deyirlər belə buna. Süni intellektlər elə formada öyrədilir. Həmçində biz həyatımızda da bütün öyrəndiyimiz, bildiyimiz şeylər, dərk edədiyimiz, istər travma olsun, istər nə bilim, bildiyimiz hər şeyi bu şəkildə öyrənirik. Denəmə yanılma belə yöntəminə. Ona görə düşünürəm, eyni formada inkişaf edirsə, niyə də birləşib daha böyük bir şeylər olmaz. Yəni, əhəmiyyətsizləşdirmək deməzdim. Ən azından mən belə düşünürəm. Yəni, deyirsiniz ki, sülh məramlı bir şəkildə biz inkişaf edən texnologiya ilə mövcud ola bilərik. Bəli. Təşəkkür edirəm. Ülker? Mən düşünürəm ki, texnologiyanı insan bir alət kimi yanaşsa, əsas fokus həmişə insanda qalacaq. Çünki mənanı axtaran, sorğulayan odur. Sadəcə texnologiya insanı biraz itələyə bilər ki, daha yeni sahələr yaratsın ya da daha yeni istiqamətdə inkişaf eləsin. Məsələn, bunu incəsənət üzərindən düşünsək, tutaq ki, fotoaparatın icad olunması ilə, yəni fotoqrafiyanın meydana gəlməyi rəssamlığı bitirmədi də, yenə də insanın öz şərhi, öz baxışı əsas olaraq qaldı. Bu sadəcə yeni bir sahə olaraq davam elədi, yeni bir yol açdı. Eləcə də düşünürəm ki, texnologiyanın da, yəni insan texnologiyaya adaptasiya elədikdə sadəcə bizim əvvəlki işləmə mexanizmlərimiz dəyişə bilər. Necə ki, məsələn, hal-hazırda çox vaxtımızı alan işlər var, daha texniki şeylər. Bunlar əvəzlənə bilər. Yəni, insan Turalda dediyi kimi bir növ əməkdaşlıq eləyərək və ola bilər ki, daha çox sorğulama, yaratma və ya hansı ki, bu sadəcə insan vasitəsilə yarana bilən şeylərdir. Bizim hisslərimiz vasitəsilə, hansı ki, bəlkə də yəni süni intellekt
bunu reallaşdıra bilməz ya da texnologiya bunu əvəzləyə bilməz. Hansı ki bir öz hissi ki var, insanın içində olan, hər kəsin öz içində olan hiss, düşünürəm ki, bu təkrarlana bilməyən bir şeydir. Bizim hər birimizin buna bəlkə ruh da demək olar ya da başqa nə şəkildə. Və düşünürəm ki, yəni, heç bir texnologiya bunu dəyişə bilməz. Biz sadəcə texnologiya adaptasiya olaraq yeni yollar açıb daha başqa sahələrdə yəni, dəyişə bilərik. Çox sağ olun, Mirvahab. Mən qısa olaraq deyim ki, ümumiyyətlə insanın mahiyyətini və insanın rolunu yaşadığımız bu dünyada heç nə dəyişdirə bilməz, azalda bilməz. İnsan mahiyyətinə, insanın roluna ümumiyyətlə bizim gördüyümüz heç nə yaxın deyil. Və əgər müəyyən qədər yaxın bir şey göstərmək istəyiriksə belə, bu maddi bir şey deyil. Yəni, ən yaxın şeyi səs olaraq, insan mahiyyətinə və insan reallığına ən yaxın bir şeyi səs göstərmək olar. Amma bundan başqa süni intellekt, kompüter, bunlar heç biri insanın roluna, insan əməyinə yaxın alətlər deyil. Çox sağ olun, Murad. Dəyərli və ya dəyərsiz məsələsinə bir şey deyə bilmirəm tam. Bu əslində bizim verəcəyimiz bir qərardır. Dəyərini itirirmi yoxsa yox, bunu yəni zamanla görəcəyik. Amma yəni sənaye inqilabı vaxtı insanların əzələ gücünü maşınlar aldı yerinə. İndi də yenə bir inqilab var. Bu da süni intellekt inqilabıdır. Bu səfər də bizim zehni gücümüzü yerinə alır və hal-hazırda Turing testlərindən keçirilir AI-lar. Yəni heç bilmək də olmur ki, insanda yoxsa yox qarşındakı. Yəni bir yoldur girmişik. Hələ ki mən bir şey deyə bilmirəm ki, dəyərsizləşdirəcək yoxsa yox, amma bir çox şey itirməyə başlayırıq. Yəni fərqli işlər itir. Mənim gözümün qabağında öz işim belə gedir əlimdən. Yəni forma dəyişir. Tam getmir, forması dəyişir. Ona görə sual tam cavab verə bilmirəm ki, dəyərsiz, yəni dəyərsiz AI-ın gözündə ümumiyyətlə dəyərli və ya dəyərsiz yox, sərf eləyən və ya eləməyən məsələsi var. Yəni dəyər anlayışı bizim insanların qurduğu bir şeydir. Öz əlimizdədir, yəni dəyərini itirəyimi, itirməyək. Yəni bir şeyi AI-ın hazırladığını almağı, yoxsa bir rəssamın çəkdiyini mi almağı artıq biz seçim eləyəcəyik. Anladım sizi. Çox sağ olun, Murad. Fidan. Məncə əhəmiyyətsizləşdirmir, əksinə düzgün istifadə etsək işimizi asanlaşdıra bilər və əgər insan süni intellekti yaradıbsa, yəni bunda o potensial varsa, onu idarə etmə potensialı da var mənə görə. Çox sağ olun. Yoldaşlar. Məncə də dəyərsizləşdirmir, çünki enində sonunda insanın bir egosu var və hansısa bir düymə basmalıdır və o texnologiyanı, o süni zəkanı işlətmək üçün biz onu edəcəyik və o bizdən asılıdır, necə ki biz ondan. Yəni bu bərabər bir şeydir və bunun hələ ki sonu deyil. Biz hələ də prosesin içindəyik deyə tam dəqiq deyə bilmərik ki, dəyərsizləşdirdimi bizim vəziyyəti yoxdur, yox. Ona görə yəni budur. Açıqlamam ki, enində sonunda insan heç nə itirmir, qazanır. Təşəkkürlər. Mən də bəlkə biraz idealist yanaşıb %100 dəyərsizləşdirəcəyini düşünmürəm. Çünki düzdür, bu sistemləri falan quran, bugünkü gün indi yaşadığımız dünyada, yəni dostların da qeyd elədiyi kimi artıq yeni inqilab süni intellekt, əvvəl internet sayılırdı, texnologiya, indi süni intellekt onun yerinə alıb, amma mən sırf bizim kimi adi sayda fani, hansı ki bu sistemləri quran deyil, onları istifadə edən istehlakçısı mövqeyindən yanaşaraq deyə bilərəm ki, və yenə incəsənət kontekstindən geçsək, məsəl üçün bu kimi alət kimi istifadə etsək, bu bizim əməyimizi dəyərsizləşdirməz, müəyyən mənada yeni tendensiyalar qata bilər, yeniliklər qata bilər, amma hansısa bir məhsulu yaradanda, istər bədii məhsul olsun, istər başqa bir sahədə %100 biz bütün təlimatı hansısa bir kompüterə, texnologiyaya yükləsək, əlbəttə ki, orada artıq dəyər, Muradın da qeyd elədiyi kimi, dəyər anlayışı ortaya çıxır və dəyər
bəli, mən də razıyam ki, biz insanlara aid olan bir şeydir. Çünki insanlıqla texnologiya arasındakı o məsələni əgər biz sorğuluyuruqsa, burada fərq insanın emosiyalarının və hisslərinin olmasıdır ki, yenə də sadə dildə desəm, incəsinə təsəvvürünü yaradanda siz orada bir emosiya və intuitivlik görürsünüzsə, mən artıq baxanda düşünə bilirəm ki, hə, bu AI-ın işi deyil. Bu hansısa bir, okey, ola bilər ki, sənətçi AI-dən necəsə bir vasitə kimi istifadə edib, amma yenə də orada onun özünün bir yaşanmışlığı, özünün bir qoyduğu bir şey var və ikinci növbədə də o etik qərar vermə anı var ki, bu da mən düşünmürəm texnologiyaya aid deyil, bu insanlara aiddir və yəni də Muradın dediyinə ithaf eləyə bilərəm ki, biz artıq özümüz qərar veririk ki, biz hansısa bir məhsulu seçəndə o etik qərar vermə anında biz bütünlüklə texnologiyanın yaratdığını istəyirik, yoxsa orada bir insan əməyinə də yer açırıqmı? Və bu əslində dəyərsizləşdirməyə bilər gələcəkdə. Təbii ki, biz, yəni dostların dediyi kimi proses içərisindəyik, özümüz də yaşayıb görəcəyik, bəlkə də biz görməyəcəyik, bizdən sonraki nəsil görəcək tam olaraq hansı bir dünyaya gəlib çıxırıq. Düzdür, mən düşünmürəm Hollywood filmlərində kimi robotlar bizi ələ alacaq, amma bəli, zaman keçdikcə tarixə də baxanda çox şey dəyişir və süni intellektdən sonra da bir metaversiyası gələ bilər, təbii ki. Sadəcə olaraq, məsəl üçün, bugünkü gündə bayaq da dostlar qeyd elədi, biz artıq həyatımızı, məsəl üçün, reallıq simulyasiya mövzusuna geri qayıtsaq, artıq dar ekranlarda gördüyümüz üçün mən düşünürəm ki, indi bu dəqiqə ən adi bir yəni vəziyyətdə biz onsuz da ikinci bir alternativ dünyada yaşayırıq. Məsəl üçün, mən indi oturub telefonda hansı bir video izləsəm, reels izləsəm, kənardan baxan necə ki, hə, Ülker adi bir aktı eləyir. Bu bir reallıqdır. Amma mən o reallığın içində real olmayan bir şeyə adaptasiya olmuşam və bugünkü gün, məsəl üçün, məncə bir çoxunuz müşahidə eləyərsiniz ki, həyatınızda o qədər bizim sosial media, şəbəkələr bizim həyatımızı o qədər sürətləndirib ki, biz artıq oturub real insanla söhbət eləyəndə bəzən hövsələmiz daralır. 2x-a basmaq istəyir, hətta YouTube-da 3x premium versiyasında gəlib. Yəni, bizi artıq onsuz da biz özümüzdən fərqli bir alternativ dünyaya adaptasiya olunuruq. Biz özümüz də aslı olmadan. Bu əslində məni bir fərd kimi narahat edən məsələlərdən biridir. Çünki mən özüm də istər-istəməz bu mediadan istifadə edirəm və özüm də o mənə belə diktə olunmuş çərçivələr içərisindəyəm və bu əslində məni biraz narahat eləyir texnologiya məsələsində. Amma digər tərəfdən əgər onu biz bilinçli şəkildə istehlak edəsək, bir alət kimi məncə işimizə yaraya bilər, nəinki təhlükə olar. Məndə biraz fərqlidir. Çünki adətən yazışanda kimlənsə, misal üçün SMS formasında da, yəni kimlənsə WhatsApp və yaxud mən elə gəlir ki, mən ChatGPT ilə danışıram. Canlı danışanda daha yaxşı, misal saatlarla danışım, çünki o səhvləri də eşitmək istəyirəm, mən də səhv eləmək istəyirəm. Danışanda bir-birimizlə müəyyən anlaşılmazlıq olur. Bu mənim üçün çox xoş bir şeydir, çünki bu insanın tam formasıdır da. Yəni sən yalan da danışırsan, səhv də danışırsan, qarşındakı sənin yalanını aça bilir. Nə bilim, belə bir şeylər olur və bu canlı iki insanın hər hansısa bir mübahisəsi və yaxud da ki bir-biri ilə olan dialoqudur. Və mən düşünürəm ki, texnologiyanın inkişafı elə bir yerə gətirib çıxardacaq ki, sadəcə iş bölgüsü var ki, hansı ki biz onlara öyrəşmişik indi, onların forması dəyişəcək, amma insan yenə də öz bacarıqları formasında nələrisə yenidən ələ keçirdəcək. Yəni o bazarda elə adlar var ki, biz hələ də onu bilmirik, amma onu icad edib çıxardacaq və o deyəcək ki, əgər süni intellekt bunu eləyirsə, qoy eləsin, mən də bu birisini eləyirəm. Bir tərəfdən də süni intellektin bir etik olmayan tərəfi var ki, misal üçün, o süni intellektlə götürdüyü informasiyaların əksəriyyəti illərlə keçmişə, misal üçün də insanların illərlə qazandığı hansısa bir eksperimentlərin nəticəsidir, hansısa bir axtarışlarının nəticəsidir. Çünki süni intellektə girir Google-dan və yaxud da hansısa bir şəbəkədən o məlumatları götürür. Yalan özündən də hər hansısa bir şeylər qatır ora, amma dediyim kimi mən onu yalanını üzə çıxardanda o sadəcə bağışda
fırladır söhbəti. Amma mən həqiqi insanla danışanda o yalanını üzə çıxmasın deyə mənlə mübahisə eləyir və bu insanın və süni intellektin arasında olan ziddiyyət formasıdır. Mənə elə gəlir ki, müəyyən bir dönəm gəlib çatacaq ki, insan forması ilkel harda başlayıbsa, o formaya dönəcək, bu düz xətti fikirləşsək, o sapiensləşməyə doğru gedəcək, amma qaya zad məsələsində yox, daha hündür binaların arasında olacaq və misal üçün indi hal-hazırda bizim AI istifadə eləmək formasını baxsaq, hər hansı bir daha çox əyləncə sektorundan istifadə edirlər, amma elə bir forma gələcək ki, insanlar artıq əylənmək üçün o formalardan daha çox misal üçün biz əgər o Instagramda, o TikTokda bunlardan asılı qalırıqsa, deyə bilmərik ki, biz texnologiya bizi ələ keçirdə bilməz. Əslində biz özümüz ona şərait yaradırıq ki, o bizi ələ keçirsin. Yəni o düz xəttdə biz yenidən qayıdıb əvvəlki formaya düşəcəyik, amma daha hündür binaların, daha elit bir yerlərdə belə bir forma. Belə bunu düşünürəm. Anladım sizi. Yoldaşlar, cavab verdiyiniz üçün, suallara iştirak etdiyiniz üçün hər birinizə təşəkkür etmək istərdim. Və qonaqlarımızdan sual-cavab sessiyamıza keçmək istərdik. Sual yox. Öz impression, впечатленiyimlə bölüşmək istəyirəm. Çünki biraz da səmimi olmaq istəyirəm. Çünki çox qəribə bir bu 2 sessiya ərzində bir his yaşayıram. Burada 15-20-yə yaxın sənətçi var və bu AI sualından əvvəl olan bütün suallara hər cavab verilən insan. Demək olar ki, çoxu atazvaloz, çox tanış gəldi mənə. Və bir moment elə hiss elədim ki, elə bil hər bir sənətçi bir alternativ mənim fikirlərimi başa düşən bir insandır. Hansısa cəhətdən belə şizofreniya kimi bir his yaşadım ki, burada hər insanı başa düşürəm və hər insan deyilən bir tərəfdən onu başa düşürəm, bir tərəfdən də ki, bilmirəm ki, bu sırf nəyə aiddir. Elə bil bir hissdir ki, indiyə qədər oxuduğum hər bir kitabdan bir səhifə eşidirdim. Və ümumiyyətlə bu matrisa mövzusu. Bununla mən indi fikirləşəndə yaşadığımı fərqinə vardım ki, hardasa yox, 10 ildir özümü matrisanın içində oyanmış biri kimi hiss eləyirəm. Və hər o fərqinə vardığım suallar ki, sinxronistikniz, ürəyin səsinə qulaq asmaq, matrisadan çıxmaq və bunların hamısını bir müddət araşdırmışam və logik, intellektual olaraq onu başa düşüb tətbiq eləməyə çalışmışam. Amma çox qəribə bir situasiyadır ki, indi bu dövrdə, bu aralar onun fərqinə varıram ki, başa düşməklə tətbiq eləmək biraz uyğun gəlmir. Görürəm ki, mən bunları başa düşürəm, tətbiq edirəm, amma tətbiq eləyəndə bunlar effektiv olmur. Elə bil reallıq qaçır, elə bil belə olur, softball kimi, onu tutmaq istəyəndə o atlanır. Görürəm, mənə qarşı gəlir, başa düşürəm, proses, reallıq nə eləyir, amma onu başa düşüb, ona uyğun hərəkət eləyəndə hər şey dəyişir. Başa düşmək istəyirəm ki, biz burada danışırıq, bu qədər dərin fikirləri bölüşdük. Amma ümumiyyətlə bu bilik bizə bir cəmiyyət kimi nə verir? Bunu nə cür biz? Bayaq da Elşənlə danışanda bu sual yaranda ki, bunları başa düşürük. Bəs bunları necə istifadə eləyək ki, bu effektiv olsun? Yoxsa bu sadəcə bizim ürəyimiz döyünür ki, qan dövrən olsun,
bəlkə bu söhbətlər də beynimizin həmin o funksiyası kimi bir şeydir və bəlkə sadəcə buna hekayə kimi qulaq asmaq lazımdır. Bir funksional yolu yoxdur. Çox sağ olun ki, bu qəribə fikirlərə qulaq astınız. Təşəkkürlər həm fikriniz üçün, həm sualınız üçün. Əslində sual deyildi, buna cavab vermək yox, sadəcə fikir bildirmək istirdim. Ümumiyyətlə, başa düşmək anlayışını məncə biraz araşdırmaq lazımdır. Çünki başa düşmək sözün özündən görünür ki, bir şeyin əvvəlinə gəlməkdir. Bir şeyin əvvəli varsa da mütləqdir ki, onun sonunda var. Bu da açıqdır, əgər şüa deyilsə. Və əgər biz bir şeyi başa düşürsə, hələ onun əvvəlinə gəlmişik və bu əsla sonuncu instansiya deyil. Əslində, biz hələ sadəcə əvvəldəyik və ilkin mərhələni keçmişik. Bundan sonra mütləqdir ki, bizdə bir sıçrama baş verməlidir ki, biz o başa düşdüklərimizi də tətbiq edə bilərik. Çünki bu həqiqətən belədir. Yəni, bunun başqa bir yol olsaydı, bəlkə daha rahat olardı, amma başqa bir yolu yoxdur. Biz başa düşürük, əvvələ gəlirik və sıçrama edirik, tətbiq edirik. Bu qədər. Çox sağ olun sual üçün. Mən bir şey düşünürəm. Düşünürəm ki, əgər biz bir oyun deyək də, bir növ simulyasiyanın içində isə, əgər bir missiyamız varsa, yəni verdiyi suala əsasən deyim, mənə gəlir ən birinci missiyamızın beləçə nə olduğunu axtarıb tapmaqdır. Yəni ondan sonra zaten ardı gəlir beləçə. Yəni bunu anlaya bilməyin özü böyük bir şeydir. Yəni birinci leveldə beləçə. Davamı zaten ətrafda özü gəlməyə başlayacaq. Belə düşünürəm sadəcə fikrim. Əlavə etmək istəyən kimisə fikri? Əslində çox gözəl bir sual verdi ki, bu bizə nə verir? Sadəcə düşünürəm ki, hal-hazırda yəni bu sualdan sonra bir şey ağlıma gəldi ki, bu yaxınlarda belə bir şey olmuşdu ki, biz bir yerdə veş daşıyırdıq və bir nəfər gəldi bizə kömək elədi, tanımırıq kimdir və çıxdı getdi. Biz də dedik ki, tanıyırsan, o dedik, tanımıram, İlqara sual verim, o da mən, yəni heç bir, ikimiz də tanımırıq. Adam sadəcə bizə gəldi, kömək elədi, dedi, sağ olun, çıxdı getdi. Dedi, ya, nə qəribədə, belə yaxşı insanlar var, gəlir, kömək edir bizə. Üstündən 2 gün keçdi, Instagramda özümüzü görürük. Qardaş Meta açqı taxıb və deyir, altda da yazıb ki, botlara kömək eləyirəm, yəni İlqaradan. Və məni gülməyə tutdu ki, adam bizi bot kimi İqrar daxilində botluqda biz. Yəni onun nəzərində biz fikri olmayan, sadəcə hər hansısa bir proqramlaşdırılmış bir formada missiya yerinə yetiririk. Beşləri daşıyırıq harasa və ondan sonra o bizi gördü, o kömək elədi, o bizim sonraki məşğuliyyətimizi görmürdü. Yəni adam deyir ki, bunların missiyası mənim həyatımda bundan ibarət idi və mən ora gəlib kömək eləməli idim. Bu çox əslində o nə verir, yəni bu müzakirə bizə nə verir? Sadəcə biz formanı başa düşürük ki, belə bir şey də var ki, insanlar müəyyən bir insanlara sadəcə bot kimi baxırlar. Və onların hər hansısa bir həyatına giribsə, deməli, hər hansısa bir kiçik bir missiyası var və salam, yəni o çıxdı getdi. Amma hər bir insanın geçmişində və gələcəyində böyük bir yolu var və biz onu qəbul etmək də istəmirik və onun hamısını inkar edirik. Sadəcə fərqində, yəni onu görür deyənə, sadəcə missiya ondan ibarətdir. Deməli, bu Matrix məsələsi bugünün məsələsi deyil. Ümumiyyətlə 20-ci əsrin və yaxud 21-ci. İzah edeyim prinsipial məsələləri. Deməli, Thunberg xanım və Greenpeace mənə deyir ki, təbiətə qayıt. Mən qayıtmaq istəmirəm. Çünki təbiətlə harmoniya olmaq heyvan deməkdir. Ancaq heyvanlar harmoniyadalar. Mən insanım. İstəmirəm, mən təbiətə qayıdım. Mən istəyirəm sünni dünya yaradım. Və bəşəriyyətin bütün tarixi sünni dünya yaratmaq idi. Və sünni intellekt həmişə olub. Bu, bugünün məsələsi deyil.
Bu birinci məsələ. Sadəcə tarix, bəşəriyyətin tarixi matriksləri yaratmaq idi. Sadəcə bu günləri bilirsiniz, söhbət nədən gedir? Mənim matriksim onun matriksindən daha yaxşıdır. Burada indi o Matrix filmdə çıxardıblar, məsələni qlobal matriks. Biz bilirik ki, qlobal dünya var, amma onun içində deməli, qlobal olmayan proseslər var. Deməli, sünni dünya, matriks, təbii. Üçüncü nədir? Ruhani dünya. Biz progres nədir? Təzə matrikslər yaratmaq, budur progres. Amma bu şeydən çıxmaq horizontal formatdan vertikala. Bu hər adamın işi deyil. Yəni adamlar var ki, gəlirlər bu dünyaya, heç ruhani dünyanı heç anlamırlar, belə də gedirlər bu dünyadan. Söhbət burada insanlar maraqlandırmır, hamısı. Biz bu incəsənət məkanındayıq da, biz danışmırıq rəssamların, rəssam nədir? Biz deyirik ki, incəsənət şeylə bilir, incəsənət də matriksdir. İncəsənət heç də matriksdən çıxmağa imkan yaratmır. Əks funksiya daşıyır. Çünki o matriksin bir hissəsidir və bəzi hallarda matriksi özü formalaşdırır. Sadəcə incəsənətin içində qeyri-matriks olan format var. O da əsrlər boyu olub. Necə insanlar olub hansında ki, o ruhani format daha qabarıq olub, böyük olub, onlar çıxa bilirlər bu material matriks dünyasından, material əşyaları demirəm. Həm də deməli bizim qəlbimizdə olan şeylər də onlar da matriksdir, o daxili matriks. O gestalt,lar, o psixoloji məsələlər, onlar da matriksdir. Onun içindən çıxmaq o böyük bir məsələdir. Hər rəssama bu deməli məxsus deyil, rəssam, yazıcı fərq eləmir də bütün incəsənət şeylərində. Deməli o çox nadir müəlliflərdir ki, o məsələlərlə məşğul olublar və indi də məşğul olurlar və olacaqlar. Onların fərqi nədir? Yəni, bu formatın fərqi nədir? Ümumi bu tendensiyadan. Bu, məncə, gələcəyin bu məkanda ciddi söhbəti ola bilər. Çünki o, siz danışdığınız şeylər matriksin davamıdır, matriks progres olacaq və incəsənət xadimləri o sarıdan həm modernistlər, həm contemporary artistlər, hamısı matriksə işləyirlər və matriksin bir hissəsidir. Bu qədər, çox sağ olun. Çox sağ olun. Biz tədbirimizi yekunlaşdırmaq istəyərdik. Hər birinizə gəldiyiniz üçün, iştirak etdiyiniz üçün, suallara cavab verdiyiniz üçün təşəkkür edirəm və hər birinizə xoş axşam arzu edirəm.